Sabahınız xeyir olsun, əziz və dəyərli izləyicilərimiz. Hər zaman olduğu kimi saatlarımız 10:00 göstərirsə, bu o deməkdir ki, mən Gülnar Səhliyarlının təqdimatında xoş sabahın vaxtıdır. Xoş sabahda xoş gördük hər birinizi. Gününüz gözəl olsun, məhsullar ən əsası uğurlu bir gününüz olsun və gününüzün də gözəl başlaması üçün mütləq hər gün saat 10-12 aralığında xoş sabahı mütləq izləməlisiniz. Hələ bugünkü maraqlı mövzumuzu adətən qonaqlarımızla birlikdə fərqli ixtisas sahiblərlə birlikdə mövzu bürclərə gələndə əsas mövzu qalırdı bir kənarda. Hamımız başladıq bürcləri müzakirə etməyə və hər kəs öz bürcünü soruşaraq xarakterizə eləməyini istəyirdi qonaqlarımızdan. Amma qonaqlarımız çox təəssüf ki, astroloji təhsilləri olmurdu deyə əvvəlki qonaqlarımızın, yəni fərqli ixtisas sahibləri olduğu üçün bu mövzu məhdud qalırdı. Bugün isə artıq günlərdir anonslardan gördüyünüz üzrə bir çox astroloji mövzulardan, psixoloji tərəflərindən və sözsüz ki, hər belə deyim də, yəni hər birimizə maraqlı olan mövzular haqqında əhatəli müzakirəmiz olacaq ki, qonaqlarımızın təqdimatına qədər istəyəcəm bizim proqramımızın, yəni Xoş Sabah verilişinin ayrılmaz hissəsi olan bugün evdar xanımlarımız və yaxud da ev sakinlərinə sual verən bacılarımız, analarımız, elə bəylər də ola bilər ki, bugün nə hazırlasam sualının cavabını bizim dəyərli kulinarımız Tamara xanım cavablandıracaq. Tamara xanım Ələkbərova bugün bizim mətbəx bölümümüzün özəl qonağıdır. Xoş gəlmişsiniz. Toma xanım, Tamara xanım, hansı sizi daha rahatdır? Salam, sabahınız xeyir. Sabahınız xeyir. Necəsiniz? Çox sağ olun. Siz necəsiniz? Sizi təbrik edirəm. Yaxın günlərdə doğum gününüz olubdur. Doğum gününüz davam edir. Doğum gününüz sonluğunu eləyək. Təbrik çox sağ edirəm. olun. İnşallah hər zaman gözəl, baxımlı, sevimli qalasınız. Minnətdaram Tamara xanım. Çox təşəkkür edirəm. Minnətdaram o diqqətiniz üçün. Tomanı daha çox rahatdır mənim üçün. Gəldim, gördüm Toma yazılıb da Toma deyim. Yox, Tamara deyəndə elə biləm ki, məni rəsmi yerdən çağırırlar. Bilmirəm indi əslində efir rəsmidir, amma ki bizim studiya biraz daha səmimi bir mühitdir. Məncə elə Toma xanım deyilmək istəyirəm. Elə Toma demək istəyirəm. Necəsiz? Yaxşı, rəyiniz çox sağ olun. Yaxşı olasınız, şükür. Təşəkkür edirəm. Əslində proqramımızda neçənci dəfə? Axırıncı olsun. Hə, ikinci dəfədir. Niyə belə az? Biraz mən martda işim çox olduğu üçün. Ay sağ olun. Gələ bilməmişəm. Axı biş-düş eləyirdi, sifarişlərimiz çox idi. Biraz çox işləmişəm. Hər zaman bayram şirinləri hazırlayasınız Toma xanım. Çox sağ olun. Fəaliyyətinizlə bağlı istəyəcəm. Təbii ki, məlumatı olanlar var. Qısa olaraq məlumat verəsiniz. Fəaliyyətinizlə, özünüzlə bağlı. Mən yəni sevərək şirniyyat işinə başlamamışam. Sadəcə olaraq evdə sevildiyi üçün və belə qazanc əldə etmək üçün başladım, açığı deyim ki. Əl qabiliyyətimdə bəyənildiyi üçün baxaraq öyrəndim və artıq 15 ildir şirniyyat işi ilə məşğulam. Bir 10 ildən artıqdır ki, tam professional şəkildə sifariş qəbul edib və sifarişçilərimi razı sala bilirəm. Ay, nə gözəl. Bəs sifarişləriniz hansı istiqamətdə daha çox olur? Təbii ki, sosial şəbəkə. Yox, hansı, məsələn, mən tortamın daha çox sifarişi olur. Tort ad günləri, təbii ki, tort danılmaz, yəni bir faktı, ad günləri, elimizin adət-ənənələri, milli şirniyyatlar, şəkərbura, paxlava. Daha çox Tək gözəl hər zaman şirniyyatlar hazırlayasınız, elə el məclislərinə də, toya bayrama da hazırladığınız bugünə qədər o milli mətbəximizdən əlavə olaraq da hansı qeyri-adi, ən qeyri-adi şirniyyat hansı olub sizin hazırladığınız? Olur da bəzən bu kurabiyələrdə çox qat-qarışıqlıq, necə qat-qarışıq, məsəl üçün fərqli dadlar sınamağı sevirəm. Düzdür, işimlə əlaqədar çox vaxtım olmur, məsəl üçün daha çox nələrsə sınamağa. Amma çalışıram arada, məsəl üçün, düzü mən milli şirniyyatlarımızı daha çox bəyənirəm. Bəyənirsiniz, belə başa düşürəm ki, pişirməyə bəyənirsiniz, yeməyə bəyənən oxşamırsınız, yeməyə bəyənən oxşamırsınız. Mənim bir sözüm var, həmişə deyirəm ki, mənim bişirdiyim şirniyyatlar kökəlsəydi, öncə məni kökəldərdi. Rahatçılıqla yeyə bilərsiniz. Belə səhər-səhər ümidlənirik, hamımız da səhər-səhər ac qarnına gəlmişik işə. Mən həqiqətən bəzən işləyirəm, gecə saat 3 olur, 2 olur, bir dənə çay süzüb sonda, məsəl üçün, bir dənə şirniyyat qoyuram, story atıram, mənə hamı sual verir ki, onu həqiqətən yedinizmi? Deyirəm, bəli, yedim, amma insan həqiqətən də yeməyin balanslaşdırmağı bacarmalıdır. Bugün yemisənsə, sabah onu qarşısını almaq lazımdır ki... Çoxu gəzmək lazımdır sabahsı ki. Gəzmək də olmasa, ən azından qidana diqqət etsən, mən elə gəlir ki... Mən bilmirəm niyə, səhər yemək yeyəndə gün ərzində iştahım açıq olur. Səhər yemək yeməyəndə iştahım olur. Bəli, mən də məsəl üçün 8-də yemək yeyim, bütün günü acacam. Amma məsəl üçün saat 10-dan sonra yemək yeyim, mən ümumiyyətlə 10-a qədər, onun yarısı, o vaxtlar səhər yeməyi sevərəm. Yəni tez yeməyi xoşlamıram, çünki onda insan daha çox acır. Gündə sən
məsələn 4 dəfə yemək yemək Hətta 4-5 dəfə yemək yeməyə Ona görə ehtiyacı mən də olur. sevmirəm. Yox, səhər yeməməyə çalışıram. Onda zadda bəzən 11 olur, işimlə əlaqədar gec olur yeyirəm. Əla, əla. Mən nə soruşum? Burada artıq biz görürük ki, mövsümü yavaş-yavaş çiyələyin mövsümü Bu gün yaxınlaşır. təbii ki, çiyələk çıxıbsa, onu tez dəyərləndirmək lazımdır. Keks hazırlayacaq yoxsa? Pirog hazırlayacağam, çiyərəkli pirog hazırlayacağam. Yəni müxtəlif meyvələrdən istifadə etmək olar. Burada zövq məsələsi. Bu öz reseptinizlədir yoxsa? Açığı deyim ki, hə, yəni qanuni bir resept deyil, kiminsə bir resepti deyil. Yəni Okay. özüm belə də Xəmirimiz üçün nə lazımdır? bizim xəmirimiz üçün burada deməli biz 1 stəkan, yəni əslində mən qramla işləyən bir adamam. Sadəcə olaraq indi ev xanımları adətən stəkanla sevirlər deməyi deyə deyirəm. 200 qram 1 stəkan şəkər tozu, 2 stəkan un, 200 qram da yağ. Bunu siftə biz umac edirik. Baxın, burada həmən umacdan var. Üzərinə bəzək üçün əlavə edəcəm. Umac edirik. Daha sonra 1 stəkan qatıq, soda, bir də 2 ədəd yumurta əlavə edib yumşaq, çox yumşaq xəmir. Yəni görünür. Xəmir hazırlayırıq və onu qaba sərəciyin üzərinə istədiyimiz meyvə dolğuları, istədiyimiz meyvələr, şokolad, cemlər, nə istəsək, nə zövqünüz varsa kimin da. zövqü necədir, nə istəsək Üstünü əlavə bəzəmək üçün edib, çiyələ istifadə edəcəyik. yox, bişəndə qoyacağıq və üzərinə bu götürdüyümüz umacdan əlavə edəcəyik. Öz xəmirini əvvəl versəz. əvvəl. Okay. Ondan əlavə Bəs edirik. onları necə istifadə edəcəksiniz? Bu bizim peçenyemizdir. İnşallah ki onda. Ha, ikinci də məhsul. Bəli, bəli. Ha, okey. Hələ ki piroqumuzu hazırlamağa Hələ ki piroqu keçmişik. başlayaq. İnşallah davamın ikinci hissədə İkinci hissədə gələcəyik. Nə bürcüsüz? mən xərçəng bürcü. Xərçəng bürcü. Xərçəng. Mən bilmirəm. Mən ancaq qoçu şiri oxatanı bilirəm. Nə işini? Hə, O nə deməkdir? Ətrafım yox, nə mənada? Dostlarım əhatəsində çoxluq təşkil edən qoç, şir oxatandı deyə əhatəmdə çoxdur. Məsələn, oğlaqla bağlı bilirəm ki, oğlaq çox fədakar olur. İndi məsələn, Xərçəng qədər ola bilməz də. xərçənglərin bəyləri deyirlər biraz belə Bəyləri elədi, amma gözlər başları qaynayır. Hə, bəyləri elədi, amma xanımları fədakardır. Mən elə düşünürəm. Oğlaqların da xanımları fədakardır. İndi biz məsələn eşitdiyimizi bilirik də. Bir də onun təhsilini almış, astroloji tərəfdən kifayət qədər məlumatlı olan dəyərli qonağımız var ki, elə mikrofonu çox uzağa qoymayın. Xərçəngi də soruşacağam, amma öz suallarınız olsa soruşarsınız. Elə inanın ki, mən anonslara baxanda çox sevindim ki, nə yaxşı bu gün verilişə gəlmişəm. Xoş gəldiniz. O deyir, göydə axtardım, yerdə tapmışam xanım. İndi yerdə tapdığımız həmin o qonağın təqdimatını eləyim. Sevə-sevə, böyük məmnuniyyətlə dəyərli izləyəcəyimiz artıq günlərdir anonslardan gördüyünüz üzərə qonaqlarımız, dəyərli dostum, psixoterapevt Fidan xanım Əsgərova, xoş gəlmişsiniz. Çox sağ olun. Sabahınız xeyir, gününüz uğurlu olsun və astroloqumuz Nərmin xanım Zeynalova, xoş gəlmişsiniz. Salam, sabahınız xeyir. Gününüz uğurlu olsun xanımlar, necəsiniz? Yəqin ki, günümüz uğurlu olacaq. Olacaq, Çünki maşallah inşallah. o qədər pozitiv enerji var ki, studiyada. Bu enerjini ötürək də əsas kainata, hə, Nərmin xanım? Mənə çox lazımdır. Hə, mütləq. Bol-bol. Eynən, gözəl enerjilər mütləq lazımdır. Hələ sizin sahədə Fidan xanım insanların o neqativlərini alıb onları pozitivlə doldurursunuz. Mütəmadi o psixoterapevtik seanslarda. Mətbəxdən gəlirəm. Şirniyyat bir xoşbəxt edir də, hə, psixoloji olaraq indi hər birimizi. Bu realdırmı həqiqətən də, yoxsa özümüzü inandırdığımız bir məhfumdurmu şirniyyatın bizi xoşbəxt eləməsi? Mənə görə, əgər psixoloji cəhətdən yaxınlaşsaq, bu özümüzü inandırdığımız bir məfhumdur. Amma mən özüm də, xanım bayaq söhbət edirdik Nərmin xanımla, çox yəni sevirəm yeməklər yeməyi. Şirniyyatla bir o qədər də aram yoxdur, düzdür. Amma həqiqətən də dadlı yemək, dostum, tanışım, yəni ailəm bunu hər kəs bilir ki, mən dadlı yemək yeməyi sevirəm. Məncə bu insanın özündən əlaqədar bir şeydir, nəinki psixoloji durumu. Tamam, qanda ola bilər serotonin azalır, hormonlarda oynaqlıq olanda daha çox biz şirini istəyirik, tibbi cəhətdən götürüləndə. Amma yenə də xasiyyət, keyf əhval-ruhiyyə ilə əlaqədardır bu. Biraz depressiv olanda daha çox şirniyyata meyilli edirik ki, məsəl üçün çox vaxt deyirlər ki, şokolad bu daha bizim əhval-ruhiyyəmizi dəyişdirir. Çünki serotoninimizi artırır, xoşbəxtlik hormonumuzu artırır. Ona görə onun tərkibində olan maddələr. Bəzən də depressiyaya düşəndə o şokolad o qədər yeyirik ki, kilomuzu alırıq, kökəri nəvəsə düşürük, o bizi daha da pis depressiyaya Daha salır. da pis edir, bəli. Nərmin xanım, bişdüşlə aranız necədir? Şirini ilə, Bişdüşlə. Bu bişdüşlə qədər işləriniz arasında vaxt tapıb bişdüş eləyə bilirsiniz? eləyirəm, eləməyini eləyirəm. Deyim ki, belə onun böyük həvəskarıyam, yalan danışaram. Amma eləyirəm də, yəni indi bir şey yemək lazımdır deyə özüm yeməyi sevirəm.
Düzdür, çox təəssüf ki, bax məsələn piroq şirini yeyə bilmirəm çünki glutenə qarşı həssaslığım var. Amma ümumiyyətlə belə sevməyinə sevirəm. Hə, bizim piroqların dadına mütləq baxarıq. Bax onu qeyd eləyim ki, Toma xanım dedi ki, xərçəng bürcündəndir. Hər bürcü gücləndirən müəyyən hərəkətlər var. Gücləndirən, bəli, enerji verən və s. Bax xərçəngləri gücləndirən həm kişi, həm qadınları yemək bişirməkdir. Ona görə Toma xanım çox düzgün seçib bir tərəfdən işini. Bəli. İndi başlayacağıq hər hansı bir tərəfdən. Bəs filan bürcü, ümumiyyətlə belə bir şey soruşumdur. Suallara keçməzdən əvvəl öz spontan suallarım həddən ziyadə çoxdur. Qulaqçığıma da bizim dəyərli rejissorumuz, digər əməkdaşlarımız hər öz bürcünü deyir. Çoxmu yorurlar sizi? Çoxmu yorurlar sizi? Getdiyiniz bir məkanda astroloq olduğunuzu bildiyiniz zaman filan bürc, bəs filan bürc, bəs mənim bürcüm filandır. Əlbəttə ki, hə, amma yorurlar deməzdim. Yəni hə, sualları verirlər. Amma bu suallar məni yormur. Çünki mən astrologiya barədə, yəni bilirsiniz, saatlarla danışa bilərəm. Saatlarla, o qədər sevirəm yəni. Amma sadəcə insanların verdiyi suallar biraz, necə deyim, məntiqdən uzaq olur. Niyə? Bu da ondan irəli gəlir ki, insanlar astrologiya barədə insanların bilikləri çox, bəli, maarifsizdirlər, bilikləri çox azdır. Və ona görə onların verdiyi suallar, belə deyək də, bir qədər səhv suallar olur. Çünki məsələn, ən çox verilən sual nədir sizcə? Kosmosla, planetlə səhv suallar. Yox, kosmos yox. Mənim bürcüm filandır. Mən filan bürclə uyğunam ya yox? Yəqin ki, məndən bu saat soruşsalar ki, ən nifrət etdiyin sual nədir? Deyərəm odur. Niyə? Çünki elə bir şey yoxdur. İnsanların uyğunlaşma var, amma uyğunlaşma fərdi hesablanır. Yəni, bürcə görə uyğun olması yalandır. Tutalım ki, mən şir bürcündənəm və okey, od ünsürlü bürcəm və digər od ünsürlü bürclərlə daha asan dil tapa bilərəm. Amma tutalım ki, məsələn, siz də qoç bürcündənsiniz. Sizin doğum xəritənizdə elə elementlər ola bilər ki, mənim doğum xəritəmlə qətiyyən uyğun gəlməsin və biz yola getməyək bir uzun müddətli ünsiyyət zamanı. Digər qoç ilə isə mənimki çox yaxşı tuta bilər. Ona görə, bax, belə bürcə görə... Hə, bürcə görə onu analiz eləmək düzgün deyil. Bax, bəzi insanlar astroloji mövzuları planetlərlə, galaktika ilə müqayisə eləyirlər də. İstəyəcəm sizdən soruşum ki, ümumiyyətlə, astrologiya elmi nəyi öyrənir və nəyi öyrədir insanlara? Birincisi, astrologiya enerjini öyrənir. Çünki biz hər birimiz enerjidən ibarətik. Hər şey, dünyada hər şey enerji, əsasında enerjidir. Və astrologiya məhz bu enerjini ölçməyi öyrənir. Ölçür və müəyyən nəticələr çıxarır. Hər insan dünyaya gələrkən o ilk nəfəsi ilə ətrafdakı həmən o daima dəyişən enerjinin həmən o andakı hissəsini içinə hopdurur və həmən, belə deyək də, bu da bizim ruhumuzdur. Və astrologiya planetlərlə, bürclərlə və müəyyən üsullarla bu enerjini ölçür. Yəni, planetlər astroloq üçün bir ölçü vahididir. Bəzi insanlar isə, mən qulaqçığım çox yavaş eşidirəm, dəyərli Azay bəy. Biraz daha ucadan danışın, eşitmirəm. Zənglərimiz var, hər öz bürcünü deyir. Mən istəyəcəm canlı efirə qoşulmaq istəyən izləyicilərimizin hər biri, istər Nərmin xanımın, istər bizim dəyərli Fidan xanımın, hər birinin bütün koordinatları aşağıda qeyd olunur. Zəhmət olsa birbaşa qonaqlarımızın özlərini əlaqə salsanız daha yaxşı olar. Çünki öz suallarım çoxdur. Belə də suallarım çoxdur, spontan da suallar çoxdur. Ona görə efir gedişatında bacardığım qədər sizlərin də suallarınızı cavablandırmağa çalışacağıq. Bəzi insanlar, Fidan xanım, bunu mən düşünürəm ki, siz daha gözəl analiz edə bilərsiniz. Nə mənada? Bəzi insanlar var ki, bürcə o qədər Türklər demiş, takıntılı qalırlar ki, hətta sabahki proqnozlarını belə, sabahki həyat planlarını belə həmin o astroloji gündəlik bürclərlə analiz edirlər. Bu artıq obsessiv-kompulsiv pozuntulara belə gətirib çıxardar, yəqin yox. Mən bürclərə mifik bir ad kimi baxıram. Bayaq Nərmin xanımdan da bunu danışdım. Həqiqətən özü də indi bu dəqiqə hal-hazırda o qədər diqqətlə qulaq asıram, çünki mənə maraqlıdır. Psixologiya bunu qəbul eləmir, bürclər falan. Ona görə də bayaq da danışanda deyilir, indi hal-hazırda numeroloqlar çıxıb, matrikalar çıxıb ki, elmdə sübutu olmayan bir şeylərdir. Amma astrologiya, planetlərimiz, məsələn, biz coğrafiya fənninə, təbiət fənni var idi, indi yoxdur deyəsən. Bizim devrimizdə təbiət fənni var idi ki, oradan keçirdik, məsəl üçün, planetlər haqqında, ulduzlar, ay, günəş haqqında məlumatlarımız var. Və rəsədxanamız da var Azərbaycanda, Şamaxı bölgəsində ki, oradan daha gözəl izləyə bilirik bunu. Sadəcə, əgər qoç bürcü
eyni adamlar, eyni necə deyim sizə, Qoç bürcündə doğulan iki insan yad xasiyyətli olursa, deməli bunun bürclə bir əlaqəsi yoxdur. Siz dediyiniz kimi doğum xəritəsi və yaxud da planetlərlə, ulduzlarla bir əlaqəsi var. Qətiyyən bürclərə inanmıram. Yəni çünki insanın özündən, doğulduğu tarixdən, məsələn mən bayaq da dedim, qışda doğulan bir insandan yayda doğulan bir insanın xarakteri heç cürə düzgün gələ bilməz. Tamam, fərqli. Və elmdə psixologiyada da bu araşdırılıb ki, məsəl üçün ikiz uşaq dünyaya gəlib, eyni gündə, eyni saatda, eyni dəqiqədə ikiz uşaq dünyaya gəlib və fərqli-fərqli mühitlərdə böyüyüb bu uşaqlar. Biri daha ziyalı ailədə, daha mədəni, daha başqa bir ailədə, mühitdə, necə deyim sizə, orada formalaşıb. Fərqli insanların arasında böyüyüb. Biri isə tam başqa bir mühitdə. Təsəvvür edin ki, o uşaqlardan biri alim olur, digəri isə cinayətkar olur. Halbuki eyni gündə, eyni saatda əgər biz bürclərə götürsək, onda gərək hər ikisi, tutaq ki, Şir bürcündən götürürüksə, hər ikisi də lider bürcüdür, Şir bürcü liderdir, hər ikisi də lider olmalıydı, nəinki cinayətkar. Yəni bu həqiqətən də mən buna inanıram ki, insan doğulduğu gündə bürclərə inanmıram, amma özünün formalaşdığı ətraf, mühit, necə deyim, ailə daha böyük rol oynayır. Onların əlbəttə burada daha təsiri böyük var. rol oynayır. Və bax, ümumiyyətlə insanları, bax, biz bürc dediyimiz, məsələn, mən şirəm, siz qoçsuz, o bürcdür anlayışı. İnsanları bürclərə görə bölmək qəti düzgün deyil. Yəni, bir astroloq kimi mən bunu deyirəm. Çünki cəmi 12 bürc var, eləmi? Yəni, axı, insanlar 12 hissəyə bölünə bilməz və insanların belə deyək də, astrologiyaya inanmamasının da kökü buradan gəlir. Çünki insanlar məntiqli olaraq deyirlər ki, yəni, tutalım ki, mən şirəm. Yəni, dünyanın 12də biri, 1 milyarda yaxın insan Şir bürcündəndir. Yəni, necə ola bilər ki, biz hamımız eyni olaq? Mümkündür? Xeyr, mümkün deyil. Çünki doğum xəritəsi anlayışı var və əlbəttə ki, bu doğum xəritəsinin bizə təsiri var. Bax, o mühitdən asılı olaraq, məsələn, bizim hər birimizin doğum xəritəmizdə potensial var. Bu hamının kartında müəyyən potensial var. Və bu potensialı biz necə həyata keçirəcəyik, o potensialın maksimumunu götürə biləcəyik ya yox, bu artıq bizim özümüzdən asılıdır. O, nə bilim, kader, qismət filan, onlara mən şəxsən inanmıram. Yəni, özüm astroloq işləyərək, yəni 30 ildən artıq təcrübəm var bu işdə. Bilirəm ki, bu boş şeydir. Kader filan inanmaq. Hər şey bizim əlimizdədir. Sadəcə o potensialı biz oradan götürə bilərik və öz doğum xəritəmizdə olan məlumatları, astroloji xəritəmizdə olan məlumatları bilərək biz onları maksimum həyatımızda reallaşdıra bilərik və böyük uğur qazana bilərik. Bəs o astroloji xəritə nədir? Yəni, insanın həyatında o astroloji xəritə nə kimi rol oynayır? Nə kimi rol oynayır? Bu bizim potensialımızdır. Yəni, belə deyək də, astroloji xəritə səmanın təsəvvür edək ki, foto şəklidir biz doğulan anda. Ona görə astrologiyada, məsələn, insanın doğulduğu saat, dəqiqə belə önəmlidir. Həmən anın xəritəsidir və həmən o xəritədə bizim həm xasiyyətimiz, fərdi xasiyyətimiz təkcə günəş bürcümüzə görə deyil. Məsələn, mən avqustda doğulmuşam, başqa ilin avqustunda doğulan insan var, avqustun başqa günündə, həmən günün başqa saatında doğulan insan var, biz hamımız fərqliyik. Və beləcə, həmən o xəritədə olan məlumatlardan biz istifadə edərək, məsələn, biz orada görürük ki, həyat missiyamız nədir? Biz görürük ki, biz hansı sahədən daha yaxşı pul qazana bilərik? Biz görürük ki, biz necə bir insanla ailə qursaq, daha uğurlu münasibətlər, daha uğurlu ailə əldə edə bilərik və s. Bir çox məlumatlar var. Ondan istifadə edərək biz doğrudan da öz uğur yolumuzu qura bilərik. Bilmirəm niyə, o mənə çox maraqlı gəlir bu sahə. Bilmirəm. Astrologiya? Hə, bilmirəm niyə, mənə çox maraqlı gəlir. Ümumiyyətlə, yəni televiziyadan kənar şəxsi həyatımızda belə astroloji mövzulardan düşürsə, mən belə qəribə formada belə dayanıb baxıram. Bəs filan, bəs veşməkan sual verirəm. Çünki gündəlik bürclər okeydə, gündəlik xarakterizə olunmaq, bunu filan saatda eləmə, bugün sənin üçün səyahət günü deyil falan, onlar yox. Onlar mənə yadda, amma ümumi xarakteristika olunur ha. Qoç bürcünün xarakteristikası, Şir bürcünün xarakteristikası, Buğa bürcünün xarakteristikası. Mən məsələn özümü o Qoç bürcünün xarakteristikasında görürəm. Elə bilirəm, mənim haqqımda danışırlar orada. Elə bilirəm, məsələn, Qoç bürcünün ümumi xarakteristika eləyirlər ha. Sanki elə bilirəm, mənim xarakterim orada kimsə şərh eləyir də, belə deyim, hə, canlandırır. Ona görə nəsə mən bürclər... Mən elə astrologiyaya elə gəlmişəmdir. Yəni, onda mənim indiyə kimi yadımdadır, 11 yaşım var idi. Məktəbdə, deməli, tənəffüsdə sinif yoldaşım bir kitab gətirdi. Onda, deməli, hələ bu Sovet hökuməti vaxtları idi, yenidən qurma vaxtları. Mən məktəbli idim.
təzə-təzə o astrologiya barədə kitablar çıxırdı. Biz bildik bürclər nədir? Çünki Sovet vaxtı bizdə adətən bürc anlayışı ümumiyyətlə yox idi. Gətirdi bürclər barədə bir kitab, mənə göstərdi ki, Nərmin, bax gör nə maraqlıdır. Tənəffüs vaxtı idi, açdım, oxudum, yəni öz bürcümü tapdım və şoka düşdüm. Yəni, bax, o yaşadığım onda şok məni astrologiya gətirdi. Çünki qızdan xahiş edim ki, onlar mən evə aparım bu kitabı. Apardım və şənbə bazar günü, onda Xerox falan yox idi axı. Bir dəftər, ümumi dəftərim var idi, narıncı rəngdə. Əl yazma ilə köçürtdüm kitabı. O qədər mənə maraqlı gəldi və ondan sonra bütün o astrologiya barədə nə kitablar çıxırdı, hamısını alırdım. Yəni, yemək pulu verirdilər, o yemək pulunu gəlib astrologiya kitabı alırdım. Çünki niyə şok yaşadım? Çünki düşündüm ki, doğrudan da bu kitabı yazan insan məni tanımır, amma tanıyır. Bu necə olan bir şeydir? Bu, hardan bilir bunları və ona görə bax, belə maraq yarandı. Addım, bax, belə inkişaf etdim. İndi gəldim bu günə. Əslində, bu 21-ci əsr, hal-hazırda yaşadığımız əsr, həqiqətən də psixologiya əsridir və mən düşünürəm ki, hər bir sağlam fərdin mütləq bir psixoloq olmalıdır. Nə xoş mənə ki, psixoloq dostlarım çoxdur. Nəsə bir sıxıntı olanda gecə saat 12-də də olsa yığıram ki, Fidan xanım falan problem var və Fidan xanım tez bir zamanda onu onlayn şəkildə həll eləyir. Çox qısa bir fasiləyə keçiləcək dəyərli izləyicilər. Bu fasiləmiz isə çayınızı, qəhvənizi, suyunuzu təzələmək üçündür. Fasiləmiz vaxtında isə proqramımızın baş sponsoru Ritello ev təmizliyi robotu haqqında sizlərə məlumat verəcəyik. Hansı ki, mən şifahi məlumat verəcəm. Əyani olaraq özünüz görmüş olacaqsınız ki, sağlamlıq təmizlikdən, təmizlik isə evlərimizdən başlayır. Ritello haqqında mən sizə məlumat verim ki, Alman mühəndisliyi dəqiqli dizayn edilmiş, beynəlxalq sertifikatlı tibbi məhsul statusu daşıyan və eyni zamanda evinizin nəfəs almasını təmin edən inqilabi robot sistemidir bu məhsullarımız haqqında sizə məlumat vermək istəyirəm ki, güclü sorma texnologiyaları vasitəsilə evinizdə olan kirləri, allergenləri, eyni zamanda ev heyvanlarınızın tüklərini belə ən dərin səthlərdən götürəcək, sorma gücü vasitəsilə həmin o suların içinə həbs edəcək və göydə uçuşan həmin o tozcuqları görməyəcəksiniz ki, Ritello ev təmizliyi robotu sayəsində hətta pərdələrinizi, matraslarınızı, döşəklərinizi, evlərinizin harda kirlər, tozlar varsa hər birini ən qısa zamanda təmizləmiş olacaqsınız ki, şəxsən mən öz evimizə bu məhsulu belə deyim, təmənnasız şəkildə bu arada onu mütləq qeyd edeyim. Məhsullarla əyani tanış olmaq istəyirsinizsə, təmənnasız sizin evlərinizə bizim əməkdaşlarımız gəlir və həmin o məhsulun təqdimatını sizlər üçün edir ki, mən şəxsən o təqdimatda həqiqətən yaxşı mənada belə şok keçirtdim. Elə yaxşı mənada, pis mənada hər iki tərəfli şok keçirdim. Çünki bizim evimiz hər gün təmizlənirdi, evdə kir olmadığını düşünürdük. Amma sən demə, evimizdə çox böyük kirlər var imiş. Çünki ən dərində olan səthdən belə bu Ritello təmizlik robotları həmin o kirləri çıxartmış olur ki, Ritello təmizlik robotu allergiyası, asması, ürək çatışmazlığı, tənəffüsi yolları xəstəlikləri olan insanlar üçün əvəzsiz bir məhsuldur ki, satış şöbələrimiz tək paytaxtda deyil, eyni zamanda bölgələrimizdə, regionlarımızda, kəndlərimizdə çatdırılmalarımız var ki, 055 299 8000 bizim əlaqə nömrəmizdir. Ritello bənzəri olmayan ev təmizliyi robotuna siz də bir zəng qədər yaxınıq, tanış ola bilərsiniz və təmənnasız təqdimatımızdan yararlana bilərsiniz və əmin olun ki, təqdimatımızı izləsəz, bu məhsulla ən qısa zamanda tanış olub bunu əldə eləmək istəyəcəksiniz. Fasiləmizdə daha da yaxından izləyək. Qısa fasilədən dərhal sonra isə qaldığımız yerdən davam edəcəyik. Ceylan demənəm day gözəl, gözlərin öldürdü
başına mən dönüm. Duyma gözəl sevgimiz dönər xəzanə günüm. Sən mənim ömrüm günüm, yar başına mən dönüm. Duyma gözəl sevgimiz dönər xəzanə günüm. Sən mənim ömrüm günüm, yar başına mən dönüm. Duyma gözəl sevgimiz dönər xəzanə günüm. Sən mənim ömrüm günüm, yar başına mən dönüm. Duyma gözəl sevgimiz dönər xəzanə günüm. Çox təşəkkür edirik. Sabahınız Olduğu bütün xeyirli yerlər uğurlu olsun. gözəlləşdirir də bu Əlbəttə ki. Sabahınız xeyir olsun. Sabahınız xeyir Necəsən olsun. əzizim, nə var, nə? Biz efirlərdə Salamlayıram. belə oynamırıq, el məclislərində də belə. Mənim elə deyil, mənim quruluşum budur. Bəli. Salamlayıram dəyərli qonaqlarımızı, xeyir. bizi izləyən dəyərli tamaşaçılarımızı. Səni Gününüz salamlayıram. olsun, can. Gördüm, Xoş çox gəlmisiniz. xoş oldu. Düzdür, səhər efirlərindən gəlmir Sədəf xanım? Yox, gəlirəm da. Səni gördüm də gəlməliyəm. Gəlir. Təsəvvür edin ki, Gələ bilmirdi, el məclislərindən vaxtı olur. bir dənə bir gözəl bir etiraf edim. Dünən el şənliyində idim və dedim ki, ayda günlərdir ki, hər gün dedim sabah dincələcəm. Bir də gördüm saat 7 idi, yoxsa 8 işləmiş. Bir anons gəldi ki, sabah xoş sabahdasan. Dedim Allah canınızı sağ eləsin. Heç qoyarıq dincələsin. Heç vaxt. Bu gün sizin yorğununuzu alacaq. Can. Bugün o Yorğun enerjini deyiləm, göndərəcək sizi gördüm, sevə-sevə. daha da xoş Sədəf xan Budaqova burada varsa, o son dönəmlərdə İranlılar da gözəl belə o İran musiqilərinin gözəl avazınızda eşidirik. Fars mənşəli mahnılarda səsi yoxdur. Forsdandı getdi bu qız niyə belə eləyir görəsən? Fars üslublu mahnıları nəinki Azərbaycanda, bütün dünyada paylaşılır. Hətta elə qonşu ölkələrdə də paylaşımlar olur. Hətta elə duetlər də gəlir. Duetlər də görürəm tez-tez sizi, amma yenə də sizin ifanız tamam gözəl fərqlənir də. Tam səmimi deyirəm. Hətta o videonu görəndə, yəni hansı ki, qonşu ölkədəki bir ifaçı idi, ardınca siz dedin, dedim nəyi müqayisə eləyirlər, kimlə, kimi müqayisə eləyirlər. Ona görə mən düşünürəm ki, elə özümüzünkilərə qurban. Gözəl ifalarınızdan bugün həmin o musiqiləri səsləndirəcəyik. Zəhmət olmasa yeniliklər də var, danışacağıq. Bürcünüz necə idi? Dolça. Belə qəribə bir ruslar demiş, uvernud idi ya belə. Yəni dolçalar çox emosional olur, sevgi dolu olurlar. Mənim oğlum da dolçadır. Bir astroloq özüm oldum bugün. Mən də bayaqdan deyirəm. Mənə çox maraqlıdır. Mən bürcümü oxumuşam. Yəni bütün araşdırmalara da baxmışam da demək olar ki, elə bir eynisiyəm. Bayaq da biz onu danışırdıq, Nərimin xanım? Maraqlısı budur ki, bax mən yəni təzə hələm də məktəbli olan vaxtlarımda, yeniyetmə yaşlarımda təzə bu bürclərlə maraqlanmağa başlayanda çalışırdım ki, insanların doğrudan da bax belə biraz baxım davranışına falan təyin edim ki, görürsən, bu nə bürcündəndir, o nə bürcündəndir. Və ilk tanımağa başladığım bürc dolçalar oldu. Niyə? Çünki dolçalar fərqlidir. Bax, məsələn, biz bir otağa daxil oluruqsa, orada bir 10 nəfər adam varsa, onlardan biri seçilirsə, o dolça olacaq. Ulduzu parıldayır, necəsə diqqət cəlb eləyir. Onlar fərqlidirlər, qeyri-adidirlər. Nəsə o Uranın təsiridir də. Uranın təsiri altındadılar və hələ bil ki, nəsə belə də mən onları gələcəkdən gəlmiş qonaq deyirəm. Əlbəttə o gələcəyin ab-havasını getirirlər bizim aləmimizə. Həm Sədəfin adına, həm oğlumun adına sevindim. Hansı bürc bu qədər gülər? Bəli, maşallah. Demək elə, istəyəcək. Maşallah. Onu qeyd edeyim ki, bax, bir çox, məsələn, ixtiraçılar, nəsə həyatımıza yenilik, reformalar, inqilablar falan getirən insanlar dolça bürcündən olurlar və ya doğum xəritəsində bax, o dolça bürcünün, dolça bürcü elementi, uran falan güclü olur. Sən də oğlun dolçadır da. Mənim oğlum da dolçadır. Maraqlıdır. Amma tam da belə deyim də, bürclərin də deyə bayaq danışdıq Nərmin xanım ki, saatları, saniyələri belə fərqi var. Yəni doğulduğumuz saatımızın belə həyatımıza müəyyən təsirləri var. Əslində bayaq qeyd elədik ki, həqiqətən də 21-ci əsr psixologiyasıdır və günümüzdə psixoloji problemli insanların sayı həddən ziyadə artıb. Stressimiz var, hər birimizdə müəyyən bir stress var. Hamımız nəyəsə tələsirik. Bir gərginlik var. Fərqi yox hansı sayda çalışırıq, hər birimizdə müəyyən bir gərginlik var. Bəlkə də canlı efirin stressi, bəlkə də el məclisindəki hansısa bir səsin gərginliyi, hansısa bir pasiyentin vaxtından çata bilməməyi gərginliyi, hansısa bir rəqəmi düzgün analiz eləməməyin gərginliyi bizə gətirib daha böyük problemləri çıxarda bilər ki, Fidan xanım, müasir dövrdə insanların əsas psixoloji problemləri nə ilə xarakterizə olunur? Bayaq danışdıq bu barədə. Əsas psixoloji problemlərdən biri də məsəl üçün, hansısa bir adı altında
gündəlik başlayırlar səhər yuxudan duran kimi birinci baxırlar ki, bugün məni nə gözləyir? Bu günlər mənə bir bədbəxt hadisə gözləyir, deməli mən evdən çıxmayacağam. Belə bir insanlar da var ki, bayağı düz vurguladınız ki, obsessiv kompulsiv pozuntularda, obsessiyaların yaşayan insanlardır ki, bizim gündəlik həyatımızda bu tipli insanlara çox rast gəlirik. Psixoloji problemi olan insanlar deyirik biz buna, travması olan insanlar, nəsə gərginliyi, stresdə olan insanlar, depressiyada olan insanlar çözüm yolunu bunda tapırlar ki, mən mütləq şəkildə bir şeylə özlərini, necə deyim sizə, rahatlaşdırırlar. Bu da təbii ki, ya bəzi qadınlarımızın çoxsu indiki devirdə özlərini rahatlaşdırmaq üçün ya bir falçıya müraciət edirlər, nəinki psixoloqa, ya da büclərlə. Məsləhət görərdim ki, mütləq şəkildə əgər depressiyada, gərginliyi, stresli olan insanlar mütləq psixoloq qəbulunda olsunlar ki, son zamanlarda artıq insanlarımız həqiqətən də psixoloqa çox müraciət edirlər. Təbii ki, yenə də deyirəm, hər dəfə deyirəm, mütəxəssis yanında olsunlar. Çünki psixologiyanın bu dəqiqə psixoloqları, psixologiyanı o qədər ucuzlaşdırıblar ki, gündəlik həyatımızda çox təəssüf. Özüm belə bəzən özümə psixoterapevt deyəndə biraz belə çəkinən kimi edirəm ki, indi kimsə qıraqdan, kənardan deyəcək ki, filan psixoloq var, o da belədir, falan filandır. Bəzən həqiqətən sözümüzü belə deməyə insanlara tərəddüd edirəm ki, görəsən deyim, deməyim ki, mənim belə bir çıxışım var idi. Sosial şəbəkələrin birində insest münasibətdən danışmışdım. Yəqin ki, sizin də hər kəsin qabağına çıxmışdı bu. İnsest münasibətdən danışmışdım ki, həqiqətən bu psixoterapiyada, necə deyim sizə, psixologiyada var insest münasibət, ailə daxili münasibət. Bu qlobal bir problem. İnsest münasibət ailə daxili münasibət. Ata, oğul, ana, oğul və yaxud da qardaş bacı, ailə daxili bir münasibət çox qlobal bir problemi çevrildi. İnsanlar bəzən o reallığı etiraf eləmək istəmirlər. Bəli, halbuki bu bizim işimizdir. Biz danışmalıyıq, insanları həqiqətən də maarifləndirməliyik ki, belə şeylər olmasın. Bu bizim millətimizə xas olan bir xüsusiyyət deyil. Mütləq şəkildə bunun qarşısı alınmalıdır ki, var həqiqətən. Bizə müraciət edən insanların arasında belə şeylər olur deyə biz gətirib çıxardırıq ki, mütləq danışırıq. Mütləq, buradan da deyirəm, həmin obsessiv kompulsiv pozuntu olan insanlara buradan səslənmək istəyirəm ki, gündəlik həyatında büclərlə yaşayan insanlar var ki, bu düzgün olan bir şey deyil. Tamam, hər kəsin başına hər şey gələ bilər. Evdən çıxırıqsa biz sığortalı deyilik. Başımıza hər bir şey gəlir. Bu o demək deyil ki, bugün mənim bürcüm, tutaq ki, şir bürcüdürsə, orada yazılıbsa ki, bugün sizi bir bədbəxt hadisə gözləyə bilər və yaxud da ki, nəsə başımıza bir hadisə gəlir, çıxmım, oturum evdə bütün günümü, oturum evdə işə getməyim falan filan. Bəli, var. Obsessiv kompulsiv, obsessiyalarla yaşayan insanlardır. Sanki müasir dövrdə, texnologiyaların bu qədər çağdaş dünyada tüğyan edilmiş dövrdə insanların böyük əksəriyyəti yorğunluqdan, əzginlikdən, belə tükənmişlik sindromu şəkillərə çox. Cavanların əksəriyyəti soruşsan, sən əzginəm, yorğunam, biri deyir özümü tənha hiss eləyirəm. Yəni sanki son dövrdə daha çox dəbalıdır bu sözləri demək. Bunu mən nə ilə əlaqələndirərdim? İnsanlarımız hədsiz çox işləyir. Gündəlik iş rejimi çox ağırdır və istirahətə qəti şəkildə vaxt tapmırlar. Təsəvvür edin ki, mən özüm, hətta bazar günü belə pasiyent qəbul edirəm. Çünki heç kimi istəmirəm ki, problemi daha da, hər kəsi düşünürəm, özümü düşünmürəm sonuçda. Amma bu düzgün yanaşma deyil. Mütləq şəkildə istirahətimizə də vaxt ayırmaq lazımdır. Biraz işdən kənarlaşmaq lazımdır, mühitdən kənarlaşmaq lazımdır. Bir neçə gün özümüzə vaxt ayırmaq lazımdır ki, bu da gəlib çıxardır depressiyaya, stresə, yorğunluğa, siz də dediyiniz kimi. Bunlar da yaxşı bir hallar deyil. Sanki bu mövzular zamanla gətirib artıq heç nədən zövq ala bilməməyə çıxardır. Yəni insanlar artıq heç nədən zövq ala bilmirlər. Sanki yeni nəslin yeni epidemiya sayılır da bu sanki, düzdür? Yəni heç nədən zövq ala bilməmək, hər şey ona belə standart, sıradan gəlmək. Bu sosial şəbəkənin bu qədər aktual olmasındandır mı? Yoxsa elə mən düşünürəm ki, sosial şəbəkə də burada əsas rol oynayır. Nəyə görə? Hər kəs oldu, olmadı, nəyinisə paylaşır. Evdə oturan bir qadın, ev işi görən bir qadın düşünür ki, buna baxın, filan kəsə gör həyat yoldaşı necə gözəl dəyər verir, çiçəklər gətirir, hədiyyələr ayrılır. Amma mən evdə otururam, bu qədər iş görürəm, məni heç dəyərləndirmirlər. Bu düzgün yanaşma deyil təbii ki, çünki hər gördüyümüzə inanmaq lazım deyil. Mən elə insan tanıyıram ki, özü-özünə gül aldırır, həqiqətən var belə bir şey. Və sosial şəbəkədə onu çəkir qoyur ki, həyat yoldaşım mənə çox gözəl hədiyyə alıb, gül alıb. Yəni bununla yaşamaq lazım deyil. Reallıq bu deyil. Reallıq həqiqətən hər bir insanın həyatında çətinlik olur.
Hər bir insan yorulur, normal depressiv halda da ola bilər, stres keçirir. Bu gündəlik yaşam tərzidir. O ki, qaldı həyatdan zövq almama problemi. Bu psixologiyada da var, anhedoniya, bir xəstəlik kimi. Sosial anhedoniya var, bizdə məsəl üçün fiziki anhedoniya var. Sosial anhedoniya insanlardan qaçır, o tipli xarakterli insanlar. İnsanlarla ünsiyyətdə olmaq istəmirlər. Məsəl üçün, bunun uşaqlar da var ki, bu xəstəliklə dünyaya gəlirlər və get-gedə elə vaxt olur ki, elə bir yaşa həddindən gəlib çatırlar ki, onlar artıq ətrafla qətiyyən ünsiyyət qurmurlar. Sadəcə ya uşaqlarla, ya da evdə ana-atanla ünsiyyət qururlar və salam. Var fiziki anhedoniya, məsələn, idmandan, gəzməkdən, qidadan heç cürə bu insan zövq almır. Bir növ anhedoniyanın bir hissəsi də gəlib çıxır depressiyaya. Depressiya elə bir problemdir ki, mütləq şəkildə psixoterapiya Əslində depressiya olmalıdır, günümüzdə bəli. adi bir sözə çevrilib, amma depressiya çox ağır bir mövzu deyil. Çünki Ağır bir xəstəlikdir, amma indi depressiyanı- kimdən soruşsan niyə keyfi yox, depressiyadayım. Yox. Depressiyanı insanlar çox vaxt streslə bir tuturlar. Stres ayrı bir şeydir. Stres həqiqətən də məsələn biz gəzinti zamanı, dostumuzla söhbət edən zamanı keçib gedən bir şeydir. Amma depressiya həqiqətən bir xəstəlikdir. Mütləq şəkildə dərman terapiyası almalıdır, Hətta dərman. psixoterapiya almalıdır və müalicə olunmalıdır. Bəli, amma günümüzdə insanlar streslə depressiyanı qarışdırdığına görə sual verirsən ki, nə olub sənə bugün keyfin yoxdur, depressiyadayam. Depressiyadayım. Həqiqətən də bu cür hallar çoxdur və qeyd olunur ki, elə bir belə deyim də ayda dünyaya gələnlər var ki, onlar daha çox depressiyaya meyllidirlər. Yəni o əzginliyə, doğum tarixçəmizə görə bir dənə icazə verin dəyərli. Redaktorumuz çox pis qışqırdınız qulağa. Bayaqdan səs gəlmir, indi də çox pis qışqırdınız. Hə, doğum tarixçəsi soruşacağıq. Sədəf xanımın doğum tarixçəsi soruşur onun fanatları. Doğum tarixçəsi nədir bu xanımın? Bu qızımızın doğum tarixçəsi nədir? Bir onu soruşaq ilk olaraq. Deməli, hansı ayda? 1 fevral. 1 fevral. Saatı bilirsiniz? Onu doğum xəritəsi tərtib eləmək Keçən lazımdır. elə mənə o çox maraqlı gəldi. Mamadan soruşdum, mən həmişə günləri qarışdırırdım ki, saatları. Yəni mən saat neçədə dünyaya gəlmişəm? Həmişə 11-ə qalmış dedi. Tutuzdura bilmirik, səhərdir yox, saat. Mama demir, bilmir. O Dedi axşam. böyük fərqdir, Axşam. adətən. Onu doğum xəritəsi tərtib eləyib baxıb demək lazımdır. Bilmirəm, anam mənim başına Bunları eləmək detalar istədi deyə dedi. bilmiyorlar. Yoxsa nə dedi ki, geri saat 1-ə işləmiş 15 dəqiqə. Bilmədim o vaxt. 90-larda var idi yoxsa. Dünyaya Birə gəlmişəm. işləmişi yadda saxlamaq mənə elə gəlir asandır. Çünki yəni 12-ni o keçib keçməmək, Dayanmamışam, günlər. hansı tarixə uşağı yazmaq falan o önəmlidir deyə ona görə yəqin ki, hələ düz deyirmiş. Aha. Əslində astroloji inanc insan psixologiyasına təsir göstərir. Bayaq da dediyimiz kimi, müsbət gücləndirmə və yaxud təhlükəli bir asılılıqdırmı sizcə bu astroloji özünü köklənmə psixoloji tərəfdən? Mən bayaq da dedim, indi bəzi psixoloqlar, özünüz bilirsiniz, bəzi psixoloqlar artıq durub bürclərdən də danışırlar. Sosial şəbəkədə görürəm, çox mənə qəribə gəlir. Çünki psixologiya bürcləri qəbul eləmir. Bu elmi cəhətdən psixologiya qətiyyən bürcləri qəbul. Bizdə depressiya var, stres var, bizdə nə bilim, həyatdan zövq almamaq var, amma bürc yoxdur. Həqiqətən psixologiyada belə bir şey yoxdur. Tamam, doğum tarixi, nə bilim, planetlər, astrologiya bu bir elmdir və biz bundan maraqlanırıq. Amma mən çıxım efirdə və yaxud da hər hansı bir sosial şəbəkədə çıxım danışım ki, bürclər belə, bu düzgün olan bir şeydir. Astroloq var, astroloq barədə bəli, o barədə məlumat verməlidir. Mən sadəcə buradan insanlara, xanımlarımıza, daha çox xanımlarımız çünki bundan maraqlanır, bəylərimiz də maraqlanır, amma az hissəsi. Buradan səsləmək istəyərəm ki, necə deyim sizə, daha çox gündəlik istirahətlərinə fikir versinlər. Necə xasiyyətlərinə uyğun, məsəl üçün idmanımı, məsələn, mən üzgünü çox sevirəm, üzməyi çox sevirəm, pilatesi çox sevirəm. İnsan var ki, məsəl üçün, qəti şəkildə idmanı sevmir. Onlar da bir yürüyüş eləməlidir, mütləq özünə vaxtlayın, yürüyüş eləyə bilərsiniz. Mən maksimum söhbət eləyə bilərəm. Söhbət eləyə gəzə bilərəm. Qoç bürclərinin biraz tənbəl bürcdür. Onlara gəl kimsə tərpətsin motivasiya lazımdır yerindən. bizə. Xarici motivasiya daha çox üstünlük verir. Bəli. Bir mövzuya toxunmaq istəyirəm. Ümumiyyətlə, doğum xəritəsi, bayaq Nərmin xanım da sözünə qüvvət, doğum xəritəsi üçün gərək ki, artıq bir müəyyən vərəq də qeyd eləyəsiniz, orada analizlər eləyəsiniz və o müəyyən bir zaman kəsiyi lazımdır. Əlbəttə, hə. Ona görə efirdən sonra biz sırada düzülmüşük. Sıradayıq. Sədəf xanım arxasınca mən, Nərmin xanım məni inandırsa, yəni belə bir şeyə mən də inanaram. Bir psixoloq kimi. Asanlıqla. Yəni
məni inandırmaq lazımdır da. Mən hal-hazırda inanmıyorum. Mənə yanıma konsultasiya gəlib və sonra yəni astrologiya boş şeydir deyən insan hələ ki görməmişəm, açığını sizə deyim. Amma onu bir dənə onu da qeyd edeyim ki, bax Fidan xanımın sözünə qüvvət yox, gündəlik proqnozlar ki var, onlar adətən boş şeydir. Heç bir ciddi astroloq oturub gündəlik proqnoz bürclərə görə hesablayan deyil. Yəni özünə hörmət edən astroloq gündəlik proqnoz tərtib edən deyil. O proqnozları adətən, çox üzr istəyirəm sözünüzü kəsirəm, yəni belə deyək də, tutalım ki, məsələn, sizin redaktorunuz oturub elə bir gündəlik proqnoz tərtib edə bilər, siz də onu efirdə səsləndirə bilərsiniz. Cəmaət də qulaq asır, inanır. Vaxt keçsin deyə də. Hə, amma bu əslində astroloqun proqnozu deyil. Yəni, heç olmasa proqnozu dinləyərkən hansısa bir hörmətli bir astroloqun proqnozunu dinləsinlər, o da ki, gündəlik olmayacaq. Məsələn, amma bax, o insanların o takılmağı barədə bir dəfə mənim bir tanışım radioda, bax, belə biraz, belə deyək də, yalancı proqnozlar gündəlik verirdi. Çünki insanların marağı var. Astrologiyaya inanmayan ümumiyyətlə insan oturub, yəni, elə bir şey eləyir. Cəmaət də zəng gəlib dedi ki, nə gözəl proqnozlar verirsiniz siz. Həmişə belə düz çıxır sizin proqnozlarınız. Özlərini inandırırlar da. Əlbəttə, özünü inandırmaq demək. O dirək inandığımızı çəkib mağaz kimi həyatımıza gətirərik məsələsi. Enerji də var da burada. Mesajları ki, daha da yaxşı olsun. Odur da elə o mövzudur məncə. Nəyə inanırıqsa o da reallaşır. Ümumiyyətlə, doğum tariximizi, doğum xəritəmizi daha doğrusu bilməyimiz bizə həyatda nələrsə qazandırırmı? Yəni gələcək həyatımızda? Əlbəttə. Çox şey qazandırır. İş həyatımızda, şəxsi ailə həyatımızda. Yəni, dediyim kimi, məsələn, doğum xəritəsinə sadəcə insanın xasiyyətinin təsviri kimi baxmaq olar. Bu, çox belə sadə bir onun tərəfidir. Amma əslində, astrologiya illər boyu, yəni minilliklər boyu padşahların, nə bilim, çarların, imperatorların bir aləti olub. Yəni, onu, belə deyək də, qara cəmaət ümumiyyətlə astrologiya bilmirdi. Amma hər bir padşahın yanında bir münəccim olurdu və müəyyən onun üçün hesablamalar edirdi. Nə üçün? İnsanları idarə etmək üçün. Yəni doğrudan da bu planetlərin gücünü bilərək biz digər insanları idarə edə bilərik. Yəni astrologiyanın əsas gücü odursa, indi gəliblər, ay bürclər bu gün filan bürcü nə gözləyir? Yox, astrologiya o deyil. Müfik inancı astrologiya çox dərin bir elmdir və o elmin köməyi ilə doğrudan da insanları idarə eləmək olar. Boşanma hallarında əksər insanlar deyir ki, biz bürcülərə bir-birimizə uyğun gəlmədik. Bəs varmı belə bir reallıq ki, məsələn, Subay xanımdır, mən Sədəf xanımdır, məsələn, Dolça bürcüdür, Subay xanımdır, desin ki, onun tərəf müqabili hansı bürcü olsa ona daha çox uyğun gələcək. Varmı belə bir reallıq? Yox. Sevmədiyiniz sual deyə bilirəm. Amma onu istəyirəm bir açıqlayasınız. Ən nifrət elədiyim. Öz Instagram səhifəmdə də onu yazmışdım ki, məni ən çox bezdirən suallardan ki, filan bürcünə filan bürc uyğundur ya yox. Ay Allah. Mənim nişanlım filan bürcü, görün nə olacaq. Yoxdur elə bir şey. Uyğunlaşma var, astroloji uyğunlaşma var, amma birincisi o uyğunlaşma onu göstərmir ki, yəni sən bu insanla boşanacaqsan, boşanmayacaqsan, neçə il yaşayacaqsan. İnsanların arasında olan konflikt nöqtələrini göstərir. Amma astrolog bu konflikt nöqtələrini görüb deyir ki, məsələn, müraciət edən xanım qız deyir ki, sizin nişanlınızla müəyyən konflikt nöqtələriniz var və bu konfliktlərin həll yolu budur, budur, budur. Bəs salam, bax bu da uyğunlaşma. O deyir ki, vay bu insandan uzaq dur, gələn qaç. Aha, sevgi həyatında ardıcıl uğursuzluq yaşayan biri üçün astroloji dəstək nədən ibarət ola bilər? Doğum xəritəsinin təhlilini edərək biz görürük ki, bu uğursuzluq hansı səbəblərdən baş verir. Çünki bəzən insanın şəxsi həyatında uğursuzluğu heç onun şəxsi həyatı ilə bağlı deyil. Tam başqa şeylərlə bağlıdır həyatında. Bəzən insan hətta peşəsini düzgün seçmir, öz həyat missiyasına uyğun seçmir, səhv yol ilə gedir və əlbəttə ki, həmin o səhv yolda doğru insana da rast gəlir. Günümüzdə ümumiyyətlə maliyyə mövzuları çox vacibdir də. Yəni prioritet vəzifələrdən, prioritet işlərdən biridir ki, doğum xəritəsində insanın o bolluğu, ruzusu, pul, maliyyə tərəfləri analiz olunurmu? O da var. Yəni insan var ki, ömür boyu işləyir, amma ruzusu yoxdur da. Bəli. Yəni doğum xəritəsində nələrsə dəyişər, onun ruzusunu artırmaq mümkündürmü? Doğum xəritəsində dəyişmək yox. Birincisi ondan başlayaq ki, doğum xəritəmizdə biz heç bir şey dəyişə bilmirik, amma həyatımızda dəyişə bilirik. Niyə? Çünki bizim hər birimizin, yəni belə deyək də, Allah Taala heç kimi acından ölmək üçün yaratmır, heç kimi. Bizim hər birimizin maddi ruzumuz var doğum xəritəmizə görə. Yəni mən dediyim kimi, yəni 30 ildən çoxdur doğum xəritələri tərtib edirəm. Amma hansı sahə, nəinki sahə? Hər insanın müəyyən bir davranışı var və o davranış belə o rifaha gətirib çıxarır. Əlbəttə ki, sahələr
önəmlidir. Filan sahədən insan daha çox pul qazana bilər, nəinki başqa sahədən. Çox vaxt insanlar özü hansı yolu getməlidirlər, harda onlar daha çox pul qazana bilərlər, onu uşaq vaxtı hiss edirlər. Amma sadəcə yəni problemlər bəzən nədən irəli gəlir? Valideyn deyir ki, düzdür, biz valideyn olub, mən özüm də valideynəm. Valideyn olaraq biz uşaqlarımız üçün ən yaxşısını istəyirik. Təbii. Amma bəzən bu ən yaxşısını istəyərək onları səhv yola çəkirik. Məsələn, valideyn deyir ki, sən get dişə kimi ol günən, çünki bu həmişə gəlir gətirən bir sənətdir. Amma bu uşağın bəlkə missiyası tamamilə başqa sahədədir. Bəlkə bu gözəl mühəndis olacaq. Bəlkə bu gözəl müğənni olacaq. Bax, məsələn, bəzən insanlar deyirlər ki, yox, sən incəsənətə getmə. Orada pul yoxdur. Niyə yoxdur? Elə insanlar var ki, gözəl incəsənət xadimi olub, çox yaxşı pul qazanırlar. Dünya ulduzları milyonlar, milyardlar qazanırlar. Rəssam olacaqsan, məsələn, ac qalacaqsan. Varlı rəssam azdırmı? Belə bir anlama gəlmək olarmı ki, dünyaca məşhur milyonerlər, milyarderlər, yəni maliyyə tərəfdən daha imkanlı, daha zəngin adamlar uyğun zamanlarda da olub. Yəni təxmini eyni zamanlarda dünyaya gəlir. Potensialdan doğru istifadə edirlər. Məsələn, mən bir tanış olan insan üçün doğum xəritəsi tərtib eləmişdim və deməli astroloq doğum xəritəsi tərtib edərkən müəyyən tövsiyələr verirdi. Yəni ki, bu potensialı götürmək üçün nə etmək lazımdır. Həmin o insan, dediyim insan, doğrudan da bəlkə indi Bezos ya Zuckerberg kimi olmasa belə, kifayət qədər imkanlıdır və sadə ailədə doğulmuş, yəni adi bir Azərbaycanlı ailəsində doğulmuş bir oğlan çox gözəl nailiyyətlər əldə edib. Yəni hal-hazırda çox imkanlıdır. Yəni anadan olduğu səviyyədən neçə pillə yüksəlib. Və mən bu tövsiyələri deyərkən onun həyat yoldaşı ilə danışırdım, özü ilə yox. O deyirdi ki, sən dediyinin hamısını bu ömür boyu edir. Astroloqa müraciət etməyib, intuitiv olaraq. O bilir ki, nə etmək lazımdır. Həyat hissiyasını bilir. Ona sadəcə mane olan olmayıb. Yəni də qoyub olar ki, hə, get öz yolunla necə istəyirsən elə. Yəni həyata gəliş səbəbini artıq aydınlaşdıra bilib bu doğum xəritəsində. Bəli, o özü bunu sadəcə intuitiv olaraq düzgün yol ilə gedib və o potensialı götürə bilir. Doğum xəritəsini o çəkməyiniz, qeyd eləməyiniz təxminən 2 dəqiqə zamanınız alır? 5 dəqiqə. Bəlkə canlı efirdə tətbiq eləyək. Kiminkini? Belə qonaqlarım üçün. Problem yox. Hə, siz hazır, indi eləyə bilirik də onu canlı. Etmirik ki. Birinci hədəfimiz Sədəf. Sədəf Fudaqova. Hə, mən bax bir məqamı istəyəcəm. Sədəf xanım, öz doğum tarixinizi, hansı informasiyalar lazımdır? 1 fevral. Mənə il də lazım olacaq. İndi mən 1995-ci il. Hə. Nərmin xanım bu mövzuları analiz eləyənə qədər başqa suallar varsa deyin. Mənə çox maraqlıdır. Mənə də çox maraqlıdır. Sıradayam, Sədəf, sıradayım. Allah bayaqdan mən danışıram ki, belə şeylər düzgün deyil. Hə, birazdan gələcək. Birazdan gələcək, siz də hədəf edin. Ətrafım, amma hər kəs deyir ki, biz gözləyirik. axşam 21:45, 22:45. Ümumiyyətlə insanlar hər birimiz yer üzü ilə vəhdətdəyik də, planetlərlə vəhdətdəyik. Çünki hər birimiz təbiətdən yaranmışıq və təbiətlə vəhdətdəyik də. Bir mövzuya toxunmaq istəyirəm. Yəni ola bilər ki, müəyyən məqamları indi etiraf eləsin burada dəyərli Nərmin xanım. Hamısını etiraf eləyin, xahiş edirəm. Nə var orada hamısını etiraf. Sonra sırada özüməm. Hə, bir nəyə soruşmaq istəyirdim. Elə Sədəf xanımın doğum xəritəsini analiz edilənə qədər bir sual verim sizə. Bayaq biz həyat missiyalarımızdan danışdıq. Hər kəsin bir həyat missiyası var. Məsələn, Sədəf xanım incəsənətdə mükəmməl işlər görür. Siz psixoloji tərəfdə özünüzü tapmısınız və burada çox mükəmməl işlər görürsünüz. Amma elə insanlar var ki, özlərini hələ də tapa bilmirlər. 30 yaşı var, 40 yaşı var, artıq o olğun yaşlarındadır, amma həyata niyə gəldiklərini bilə bilmirlər və sanki günlərini boş-boşuna xərcləyirlərmiş kimi. Özgüvəni olmayan insanlar, özünə inanmayan insanlar ki, bu da valideynlərdən çox asılıdır. Həqiqətən ki, uşaq vaxtı imkan vermirlər ki, uşaq öz istəklərini həyata getirsin. Sən onu bacarmazsan, onu eləməzsən, mən eləyərəm. O qədər qarşısını kəsirlər ki, artıq bir müəyyən bir yaşdan sonra o uşaq böyüyəndən sonra düşünür ki, mən onsuz da onu bacarmayacağam. O işin arxası heç getmir
Mən onu bacarmayacağam. Ona görə də Bir də çox vaxt alınmır ondan son heç bir dövrlərdə işləri. sosial şəbəkələrdə görürəm tez-tez bunu, şəxsiyyət pozuntusu. Bəli. Bu diaqnozdur. Yəqin bu diaqnozun adıdır da, Bəli, şəxsiyyət pozuntusu bəli, diaqnozu. Psixoloji mövzuda sanki son dövrlərdə daha çox aktual xarakter daşıyır. Bu şəxsiyyət pozuntusu diaqnozu haqqında sizə əhatəli məlumat verəsiniz ki, şəxs pozuntusu nədir və insan üzərində bu problemin əlamətləri ilə xarakterizə olunan hansı fərqlər var əsas olaraq? Şəxsiyyət pozuntusu var, narsistlik, var psixopatlar, şizoid şəxsiyyət pozuntusu var. Bu barədə o qədər dolu danışaram ki, indiki devirdə rastlaşırsınız gündəlik. indiki də dəxlisi oldu olmadı deyirik narsistdir. Necə ki bayaq biz deyirdik ki, depressiyadayam. O da təzə çıxır. Biraz belə anlamayan kimi deyir boşanmaq narsist. istəyir, həyat yoldaşından adını qoyur narsistdir. Əslində onun bir diaqnozu olmalıdır. Və yaxud da ayrılır nişanlısından, həyat yoldaşına, sevdiyi insandan adını qoyur narsistdir. Qətiyyən narsistliklə əlaqəsi yoxdur. Baxırsınız ki, həqiqətən burada kişi narsist deyil, qadın da artıq narsist. Bu bir şəxsiyyət pozuntusudur və heç cürə çarəsi, narsistliyin heç cürə çarəsi olmayan, heç cürə sağalmayan bir xəstəlikdir. Həmin bu şəxsi pozuntularının bəs ailəyə, iş mühitinə təsiri? Təbii ki, var. Məsələn, psixopatlar var, çöldə çox gözəl özünü aparır, hər kəs onu çox sevir, amma evinə girəndə yoldaşına, uşaqlarına qan utdurur. Ay Allah. Amma ətrafı o qədər gözəl oynayır ki, o qədər özünü sevdirir ki, hər kəs evdəkini qınayır, xanımı qınayır ki, sən ola bilməz. Problem səndədir. Fidan xanım, niyə ümumiyyətlə günümüzdə qohum əqrəbədə, elə evin içində valideyn, övlad münasibət, cütlüklər, dostlar, niyə bu qədər problemlər yaranır sanki ünsiyyətdə insanlarda? Hər kəsdə bir aqressiya var, axır vaxtlar yox, uzun illərdir. Hər kəs yorğun, hər kəs bitkin. Çünki maddi cəhətdən insanlar demək olar ki, o dərəcədə yaxşı deyil. Maddi çətinlikləri var, işdən çox yorulurlar və eyni zamanda da texnologiya bizim beynimizin bir hissəsini tutub demək olar ki. Bax, elementar bizim uşaq dövrümüzdə qonşular öncə mehriban idi. Bəli, İndi heç qonşular da bir-birinə, qohumlar da heç mehriban deyirlər indi. Axı bu maddiyyatla bağlıdır sizcə? Ünsiyyətlə bağlıdır. Məsəl üçün, qızlarla işdən çıxırıq, həkimlərlə, gedib oturub bir çay, hərənin əlində bir telefon. Biri pasientinlə yazışır, biri dayanmadan kimlənsə yazışır və biri iqra oynayır. Və belə baxıram ki, deyirəm, mən bura niyə gəlmişdim da, gələrdiniz özünüz telefonla oynayıb çıxıb gedərdiniz də. Baxırsınız ki, texnologiya insanları iflic eləyib. Bir həyatlarının bir hissəsi, bir övladı kimi, həyat yoldaşı kimi sosial şəbəkələr onların həyatında rol oynayır artıq. Çox maraqlı gəlir onlara kiminsə həyatı. Bu əslində hara gedir, necə gedir, məni biraz tərəddüddə saxlayır. Sədəf xanım, qonşularla, qohumlarla necədir münasibət? Biz çox yaxşıyıq. Belə deyim də, artıq 2000-ci ildən yaşayış ünvanımızdayıq və 25 illik qonşuyuq. Bir şey ki, evdən çıxadı biz açarımızı, hətta o qədər güvən. Vallah deyirəm, inansam, açarımızı belə əmanət edib çıxırıq. İndi qapı qonşu aydındır da, bəs alt üst? Elə-eləyik. Hamısından mehriban. Mən onu bir dənə şey deyim ki, Sədəf xanım, sizin doğum xəritənizə görə sizin doğrudan da qonşulardan bəxtiniz gətirməlidir. Buradan bütün qonşularımız. Yəni hər insanın belə deyək də bir tərəfi nədənsə bəxti gətirə bilər. Bax, Sədəf xanımın məhz elə qonşudan bəxti gətirib bu qızın. Qonşudan başqa ümumiyyətlə çevrəsi geniş və uğurlu, yəni həmişə ona xeyir gətirən bir çevrədə ola biləcək bir insandır. Özüm uğurlu insanım. Belə, sonra nə deyə bilərsiniz? Çox gözəl maddi potensial var sizin doğum xəritənizdə. Onu reallaşdırmaq üçün müəyyən öz sahəsində də ola bilər, olsun. Ümumiyyətlə belə deyək də, kimisə tabeçiliyində işləmək sizə çox elə düşərli olmaz, öz işiniz olmalıdır. Öz əlim, öz başım, yəni özümə rəhbər olum. Belə deyək, incəsənət sizin üçün gözəl həyat missiyası sırasındadır, yəni işiniz düzgündür. Maddi gəlirləri artırmaq üçün hansısa bir bizneslə əlavə məşğul olsanız yaxşı olar. Hansı sahədəki biznes? Riskə getməkdən qorxmayın. Yəni, hər hansı sahədən böyük bir biznes, məsələn, ürəkli olun. Artıq fikrimdə var. Hansı sahə olduğunu desəz, məsələn, hansı tərəfdə uğurlu, daha çox uğurlu olar? Biznesi, yəni hansı sahədə qursa? Biznesin hər bir, demək olar ki, sahəsində uğur ola bilər, olsun. Daha çox ola bilsin ki, məsələn, belə deyək də, daha kişi sahələri olur, məsələn, hərbi sahə ola bilər olsun. Daha yüksəkdir, hə? Mən deməzdim ki, burada eril enerjisi yüksəkdir, yox. Amma sadəcə, bax, o eril enerjili bizneslərdən yaxşı pul qazana bilər. Yaxşı pul qazana bilər. Ümumiyyətlə, yəni belə deyək də,
bax bu çox elə eril enerjimi artırmayım düşünsək, o sizin maddi gəlirinizi biraz aşağı sala bilər, amma onu düşünməsəz çox gözəl pul qazana bilərsiniz. Daha da gözəl. Hə. Nəsə sualın varsa? Maraqlıdır. Yenə varsa deyin gəlsin. Belə deyək də, yəni siz baxmayaq ki, dolçalar bir o qədər də emosional insan olmurlar. Daha çox belə də kainata açıq insanlar kimi biz onları görürük. Amma Sədəf xanım belə deyək, çox nazik ürəkli biridir. Yəni onun emosiyaları çox kövrək, yəni bir nə bilim kimsəsiz itdən, pişikdən görəndə ağlayan, kinoya baxıb ağlayan filan. Yəni hamıya can yandıran həddindən artıq və bu səbəbdən həddindən artıq fədakar ola bilər. Çox. Orada biraz amma orada biraz stopla. Orada biraz mərhəməti çox da artırma. Bilirəm, Sədəfin ürəyini həqiqətən bilənlər bilir, mən də çox gözəl bilirəm. Şəxsi həyatla bağlı orada heç nə yoxdur? Şəxsi həyatla bağlı onu deyərəm ki, sizin qismətiniz çox güman ki, qismət sözünüzü sevmir, amma belə deyək də. Ya sizin hal-hazırda dostunuzdur, ya da dostlarınız sayəsində onunla tanış olacaqsınız. Kimsəsə dostlardan kimsəsə tanış eləyəcək. Ya da ki, ola bilsin ki, uzun illər bilirsiniz necə, bəzən insanlarda olur, dost olurlar, sonra evlənirlər birdən. Bax, elə bir şey də sizin həyatınızda reallaşa bilər. Allah sən saxla. Allah sən saxla. İnşallah xeyirlisi. Sədəfin gözəl parılır. O həmişə parıldayır, onun gözəl bir parıldayır. Anlayışımdan belə bəxti gətirən insansınız. Dost, çevrədir, çünki qonşular, Allah günlər bir, mən heç özümü tərifləməyi sevmirəm. Mən tanıyan əhatəm bilir ki, mən necə insanam. Dosta dost, qohuma qohumu deyirlər. O can yandıran insanam. Peki həmişə də belə olsun. Qarşımdakı insandan deyir o udar zərbə görməyincə. Məncə hər şey qaydasındadır. Çalışın Sədəf kimi dostunuz olsun. Bəli. Mənim dostum kimi sizin də dostunuz olsun, dəyərli izləyicilərimiz. Sədəf həqiqətən dost canlıdır maşallah. Hər zaman gözəl günlərimizdir. Danışdığından belə başa düşdüm ki, mən sizdə güvən problemi var. Ona görə də heç kimə güvənmirsiniz yəqin ki. İndik zamanıdır güvən. Çünki tez-tez istifadə edir o güvən. Mən güvənilirəm falan. Elə başa düşdüm. İndi elə tam %100 heç vaxt yəni Allah şahid, mən heç vaxt özümü tərifləyən insan olmamışam, olmaram da. Sadəcə o deyir əhatəm üzümə dediklərinə görə onu deyirəm ki, demək ki, beləymişəm da. Maşallah. İndi bizim redaktorumuz deyir ki, Sədəf xanım yüzdə olan simadır da, indi onu çox kifayət tanıyırlar. Deyir, bəlkə tanıyırmış əvvəlcə, ona görə yox, Nərmin xanım heç kimi əvvəlcə tanınmırdı, dəyərli izləyəcəyimiz. Amma mən istəyirəm Fidan xanımı da bir astroloji analiz eləyək. Çox xahiş edirəm. İnanmayan birisi kimi Fidan xanımın da doğum tarixini həmin vaxtı da biz səmərəli keçirməyimiz üçün Sədəf xanımın bir ifa rica eləyəcəm. Bir tarixlər biz Sədəf ki yanına. Bir ifa gələcək sizdən. Gözəl bir ifa ilə günümüz daha da gözəlləşəcək. Səhnə sizin. Axtarım səni harda gözlənib qalıb yolda dünyamsa mənim dünyam mən qalmışam darda axtarım səni harda gözlənib qalıb yolda dünyamsa mənim dünyam mən qalmışam darda dünyamsa mənim dünyam mən qalmışam darda
gözəlsiniz, mükəmməlsiniz. Çox təşəkkür edirəm. Məzbər xanım, artıq sizin fanatınız olaraq məni qeyd edə bilərsiniz. Can. Mahnılarınızı əzbər bilirəm. Nə gözəl. Bəli, bəli. Nə sayılır o? Hə də, podmuzika gedirdim mən də. Playlistimi əzbər bilirsən. Olsa, yəni lazım olsa deyin, mən sizin üçün orada Baş bek üstə. vokallıq eləyim. Hə, sevə-sevə. Sizin heç birinə ehtiyacınız yoxdur. Ulduzunuz hər zaman parıldasın. Çox sağ ol, əzizim. Yeni nə layihələr, yeni nə işlər var Sədəf xanım? Belə deyim, yeni ifalarımız var hal-hazırda, Allah qoysa. Qarışqa kimi çalışır bu qız. Bəli, elə buradan da çıxıb gedəcəm klip çəkilişinə. Sən gözəl, xeyirli uğurlu Maşallah olsun. gününüz olsun, çox sağ olun. Klipləriniz də hazır olan kimi nə edirsiniz? Klip hazır olan kimi nə edirsiniz? Paylaşıram. Bir mənalı MTV-yə göndərirsiniz. Baş üstə. Sevə-sevə gecənin 10-unda, səhərin 8-də nə vaxt baxırıq MTV-də Sədəf xanımın gözəl ifaları. Təşəkkür edirəm. Ona görə yeni klipi olan kimi bizə Diqqətiniz, göndərir, dəyəriniz sevə-sevə. üçün var olasınız. Yeni ifalarımız var. xeyirli Buradan salamlayıram dəyərli sənətkarımız Faiq Sücəddin repertuarından da çox gözəl bir mahnımız var. Əsl yaz-yay abı havalı bir mahnıdır. Çalışırıq. Çalışıram ki, yəni o deyirik, əziyyət çəkməyən bəhrəsini görməz. Əlbəttə. Ona görə də əziyyət çəkək ki, Bəhrəsini yaxın Bəli, zamanda görəsiniz. inşallah. İnşallah. Həqiqətən mən düşünürəm ki, əziyyət heç vaxt yerdə qalmır. Əlbəttə. Allah da Heç desin, nə qalmasın. hərəkət, Bəli. məndən, məndən Həqiqətən. bərəkət. Gözəl-gözəl bəhrələrini görəsiniz inşallah. Amin. Allah bütün sahələrdə, yəni Amin. əziyyət çəkənlərin əziyyətini yerə vurmasın. Amin əzizim, amin. Nə yerdədir vəziyyət? Fidan xanım, İnandıracaqsınız əgər bu indi xanımı. düzdür, təxminidir doğum saatını da, bu da dediyim kimi astrologiyada önəmlidir. Amma əgər doğru deyibsə, Fidan xanım çox doğru yoldadır psixoloq sənəti seçməklə. Ona Məncə görə də. məncə yəni Fidan xanıma müraciət etməyə dəyər, çünki bu onun həyat missiyasının bir hissəsidir. Yəni şəfaçılıq, insanları şəfalandırmaq. Həqiqətən də əvvəl özüm yaşayıram, sonra Hə, birincisi həm də sizdə Merkuri də xərçəng bürcündədir, yüksələniniz də xərçəngdir, ikinci eviniz də xərçəngdir. Yəni siz insanları duya bilirsiniz, hiss edə bilirsiniz birincisi. Bu intuitiv düşüncəli insansınız da. Yəni ilk növbədə hissiyyatla düşünürsüz. Ona görə belə insanlardan çox yaxşı psixoloq çıxır və insanlara qulaq asmaq, eşitməyi bacarığı var sizdə. Həm də xırda detalları diqqət yetirməyi. Yəni başqa insanı görmədiklərini siz görürsüz. Belə, həmçinin onu da deyim ki, belə deyək də, maddiyyat da sizə bu sahədən yaxşı gələ bilər. Doğrudan da bu sahəni inkişaf etdirib, məsələn, gözəl maddi uğurlar da əldə etmək olar. Və bir də nitq, nə qədər çox danışsanız, məsələn, bax, canlı efirlərə çıxsanız, məsələn, Instagramda və s. videolar yazsanız, nə qədər danışırsınız, bir o qədər sizin rozunuz artacaq. Odur ki, xahiş edirəm, tez-tez dəvətinizi qəbul eləyin. Fidan xanım mənim dəyərli illərin dostudur. Mən gərək nə formada zəngin ki, Fidan xanım, efirdəsiz ha, filan taxtda efirdəsiz, ondan sonra gələcək bu xanım. Yoxsa belə zaman tapa bilmir, pasiyentlərindən, işlərinin gərginliyindən dolayı. bir də sizə qaz eləyə bilmir. Can, sevə-sevə, gözüm seyiriniz var. Başqa nə? Başqa nələr var? Bir tane onda bax deyirsiniz, dediniz ki, yeməyi sevirəm də. Məsələn, siz günəş ikinci evə düşür. O da ki, bax o yemək sevgisi əsas o ikinci evdən gəlir. Çünki bizim resursumuz, qidamız oradandır, sizə də günəş oradadır. Doğrudan da və siz yeməyinizi saxlayın, heç vaxt diyetaya oturmayın. Yox, həqiqətən otura da bilmirəm. Oturmamalısınız. Ehtiyacınız da yoxdur. Yeməksiz, hərdən bir ara fikirləşirəm ki, biraz az yeyim. Yox, bax onu da deyim ki, siz saxlayım, diyetaya enerjidən otursanız, düşürəm. bir dəfə prob eləyin, siz əgər diyetaya otursanız, sizin pulunuz da azalacaq, gəliriniz azalacaq. Mən çox danışmalıyım, çox yeməliyəm. Bəli. Bundan gözəl şey var. Yəni belə deyək ki, siz həyatdan çəkin. həzz almalısınız. Məsələn, bax o düzdür. bax səhərdən danışdıqlarımızı birinci özünüzə tətbiq etməlisiniz. Məsələn, dincəlmək, masaja getmək, təbiət qoynuna, relaks. Bax bunlar hamısı sizin həyatınızda mütləq olmalıdır. Birincisi eləyək ümumiyyətlə amma, sizin vaxt uğur eləyək. dərəcənizi artıracaq, ikincisi də ki, getirəcək. Maşallah. Bu dəqiq Çox proqnozlardan sonra. danışmalıyam və çox da yeməliyəm. Bəli. Buradan dostlarıma Onsuz da səslənirəm. arıqlamışsınız. Sevə-sevə Məni axşam yeməyə yeməyə dəvət dəvət edəcəm edin. sizi. Buradan dostlarıma səslənirəm, məni yeməyə dəvət edin. Çox da Sevə-sevə. danışıram. Bu dəqiq proqnozlardan sonra Fidan xanım öz sahəsini belə kənara qoyub, sonra sahəyə keçəcək. Hə, çox Filan maraqlıdır sahəsinə həqiqətən. onun sahəsi çox düşərlidir, superdir. Çox əlaqəlidir. Bayaqdan Toma xanım deyib, bəs xərçəng. Bəlkə Toma xanım olsun. Bəs xərçəng yox, doğum xəritəsi. Hə, doğum Doğum xəritəsi xəritəsi, deyil. amma Toma xanım saatını bilmir Saatını deyə onu bilirsiniz. rektifikasiya edəcəyik. Onu 2 dəqiqəyə edə bilmərəm. Mama yaşayırdı. Ana. O deyir ona Hə, qədər. deyir ona qədər. O vaxtın mamalar deyir, saat 8-ə qədər doğulmuş. Yox, Bizdən ona əsasən qədər. o vaxtın mamaların dediyi söz, yəni mən o sözü nə qədər eşitmişəm. Smen deyişəndə.
mama deyir, yerdə dəyişəndə. Mama deyir 8-dən 10-a qədər. Hə, mən soruşum da onda elə saatını bilmirsə elə vəziyyətə istifadə edeyim. Hə, 15 aprel soruşum gəlirəm indi piçenləri gözüm. 15 aprel 1995-ci il 00:15-də anamın dediyi qədərilə. Gəl saatdır 1-ə işləmişəm. 00:15. Hə. Eynən. 15 aprel 1995-ci il 00:15. Bakı şəhəridir. Bakı şəhəri. Hə, orada analiz olunana qədər buradakı analiz olunmuş mövzulardan danışaq. Görək burada necədir vəziyyət. 2 dəqiqəyə nə gözəl şeylər, nə gözəl təamlar hazırladı Zahid Toma xanım. Hər şeyiniz gözəldir. Bir dənə doğum saatınızı Hə, bilirsiniz bax onu bilmirəm, də axtarıram. İnşallah tapacaq. Mama həyatdadır da. Allah sağlam canını versin. Özünün adı necədir? Bağdagil. Bağdagül xanımın öpürük əllərindən, yanaqlarından qucaqlayırıq bütün mamaları Bağdagül xanımın Biraz içində olmaqla. səhhətində narahatçılıqları var. Allahdan ona şəfa diləyirəm. İnşallah ki, yaxşı olsun. İnşallah. Bağdagül xanım, xahiş edirəm, Toma xanımın doğum saatını fikirləşin, görün nə vaxt olub bu Toma xanım. Hə, Toma xanım, neynədir? Nə yerdə qaldı? Bu piçenyalarımız nə tez hazırladınız? Bu qədər asan, tez hazırlanır. Çünki məsəl üçün eşitdiniz ki, qonağınız gəlir, tez bazar hazırlayıb, Süfrəyə qonaq təqdim edə gəlincən hazırdır. Heç 10 dəqiqə olmadı sizin hazırlamağınız, maşallah. Piçenyalarımızdakı, yəni uşaqların sevimlisi, həqiqətən bir də çayın, kofenin yanında çox qəşəng piçenyalardır. Bunlar da arasına istədiyiniz, yəni çox ləzzətli görünür. Bu yay qabağı göy bu gün başdırıq. Yəni istədiyiniz təamlarla bunun arasını cemləyib və belə qoyub bu forma vermək. Mən əllərimi vuracağam, amma özüm yeyəcəm də bu mənim payımdır. İsti-istinə gözəl. Ürəyiniz necə istəyir? Hə, içində də hələ bir ürək yaradıb bizim Toma xanım. Baxın belə. Ay, çox gözəldir. Hə, məsəl üçün göz haqqınızda havl edin dəyərli izləyicilərimiz. bunun arasına Şokolad hazırla. Ya şokolad, fərqi yoxdur. Cemlər çəkilib, belə forma Qatlaşdırılmış süd əlavə Bəli, elədiniz. bəli. Gözəl. Heç yarım saat çəkmədi ki, burada hər şey hazır oldu. Bəli. Mənə çox maraqlıdır Sədəf xanım, sizin büşüşlü aranız vardı orada? Yox, yeməklə, yox, bişirməklə. Aram var. Ciddi, o Sadəcə qədər yəni işlər deyim ki, çatdırırsınız. ay şirniyyatı belə bişirəm elə, yox. Bişirdiyim yeməklərdə dadlı eləyir. Maşallah. Bəli. Məsələn, biz gəlsək MTV Azərbaycan komandası olaraq nə bişirərsiniz bizə? Sizin üçün gözəl bir süfrə açaram. Nə? Hansı bir yeməkdir? Dədə baba qaydasıdır. Dolmadan, Deyir ki, hansı haşlamadan. bölgədəndir? Hansı bölgədən? Qərbi Azərbaycanlıyam, Zəngəzur. Bişirər. Bişirər. Yaxşı yeməklər. Qərbi Azərbaycanlı Qonaq xanımları olmuşam elə belə Qərbi Azərbaycan Vallahi xanımları. ömrümdə bir dəfə biskvit tort eləmişdim, özdə necə var ha. Allah. Çox da dadlı çıxmışdı vallahi. İkinci də biz gəlirik bizim şeylər, heç Baş olmaz. üstə. Heç Hər olmaz. zaman. Nə soruşun, başınız ucu olsun, Buyur, gözəl buyur, günlərə gələk həmişə. Toma xanım, bu 15 il öncəsindən müqayisə artıq deyirsə illərdir bu sahədəsiz. 15 il öncəsindən müqayisə şirniyyatlarda çoxmu dəyişikliklər var? Tərkiblərində, Mən inqridiyentlərində. ümumiyyətlə çalışdığım qədər bunu da təbliğ edirəm hər zaman ki, milli şirniyyatlarımıza dəyməyin. Yəni istəmirəm onlarda hər Tərkibi hansı bir dəyişməsin, tərkib dəyişikliyi, yeniliklər, hər hansı bir forma olaraq gözəlləşdirə bilərik. Amma tərkibi hədsiz dəyişmir. tərkibində sadəcə olaraq Can, Sədəfin ağlına nəsə gəldi deyəm. Bir düşbərə bükürəm. Hə, Sincanda nə sayılır? Balaca. Deyirlər, Bir qaşığa 40 mamalarımız dənəsi. deyir, qaşığa ay sal neçə dənəsi Neçə dənə yerləşmə. sığır Sədəf? Nə bilim, valla sığır da bir. Nöqtə-nöqtəli bax. İnşallah görəndə bilərsiniz. Görəcəm. Ən yaxın zamanda gələcəm. Sevə-sevə, gözümün üstə yeriniz Heç var. ora vaxt deyəm, mən ona mütləq gələcəm. Tək ki, Baş gözəl üstə. günlərinə gələk Can, əzizim. inşallah İnşallah gözəl günlərə gələk hər zaman. Bir dənə mən məsəl üçün indiki ilə o vaxtki dövrdə ərzaqların təəssüflər olsun ki, bəzilərinin tərkibi Kimyasalları, dəyişdiyinə bəli. görə biraz bəzən məsəl üçün unda problem yaşaya bilirik. Adi sayıla bilər insanlara ki, əşi undur da nə fərqi. İnanın ki, Amma o da mən fərqi var. şirniyyat bişirən biri kimi deyərəm ki, bu saat keçsən qəfil mənim evimdə bəlkə də bir 10 növ un var. Oy maşallah. Çünki alınmır həqiqətən hər şirniyyatı öz unundan istifadə etməlisən. Daha yaxşı. Ümumiyyətlə, undan da əlavə şəkər də çox vacibdir. Bəli, o da Mən özüm vacibdir. burada piçenyanı qırdım. Mən yadımdan çıxdı, kanalı boyda baş degustatoru var burada. Aha, Gəl əsas görün məsələ. Nicat. Ənəni poza bilmərik. Nicat qardaş, gəl görək dadına bax. Üzüyü də yoxdur yenə barmağında. Gəlin bacı baxmır bəs efirə? Hə? Gəlin bacı, adın necə? Gəlin bacı deyəcəm, gözlə, yox. Üzüyü də taxmamısan, gəlmirsən efirə, heç nə olmaz, problem deyil. Baxıb dadını deyərsən, təəssüratları bizə zəhmət olmasa. Toma xanım, yaxın zaman üçün hədəfləriniz, planlarınız nədən ibarətdir? Bax, bu Tomanın mətbəx işini onlayndan keçirmək istəyirsinizmi bir butikə, atelyeyə? İnşallah, yəni Bakıda çox da düşünmürəm, inşallah Ağdamda.
Ağdamda, nə gözəl. Yəni- Özünüz Ağdamlısınız. Ağdamlı deyiləm, amma yoldaşım Ağdamlı olduğu üçün. Ağdamlısınız, Ağdamlısınız. Oralı olmuşam. Artıq Ağdam gəlinisizsə, elə oralısınız. Yəni inşallah. Çox gözəl planlardır həqiqətən. Bakıda düzü düşünmürəm, çünki yaxın vaxtda onu etmək, Xeyirli yəni burada uğurlu ora gedəcəyimiz üçün, yəni yarımçıq qoymaq istəmərəm işlərimi. İnşallah Çox ki, gözəl, oldu. çox gözəl sağ olun. plandır. İnşallah ki, bizim əzəli əbədi torpaqlarımızda yenidən qurma işləri həddən ziyadə çox sürətli gedir. İnşallah. Orada gözəl Mən- məkanlar açılır ki, həmin o məkanlardan Yəni mən biri elə bu Tomaxan arada sizin elə məkanınız olur. qayıdışla bağlı layihələr oldu ki, dövlətimiz tərəfindən. Bəli. Yəni onların hər birində iştirak edib, hər bir məsəl üçün biznes idarə etməsidir, təkmilləşdirmə kurslarda hər birindən faydalanmışam və ona görə də mən inşallah ki, oradakı peşə məktəblərində də çalışmaq, öyrətmək kimlərəsə çox istəyərdim bildiklərimi. İnşallah ən yaxın zamanda peşəkar İnşallah. formada fəaliyyətinizi elə hədəflərini çatarsınız və ən qısa zamanda o xalqımızın xidmətində elə bu istiqamətdə də gələrsiniz. Biz də gələrik, sevə-sevə işıqlandırarıq. Çox sağ olun, təşəkkür Sayənizdə edirəm. Ağdama yenidən səfər eləyərik, sevə-sevə. İnşallah, Mən çox isə sağ olun, dəyərli izləyəcəyiniz bir təşəkkür məqamı istəyirəm toxunum sizlərə. Azərbaycanda ilk dəfə astroloji təlimimiz başlayacaq. Nə vaxt? 25 aprel tarixində təlimə qoşulmağın müəyyən şərtləri var. Necət gedək? Hə, getdik. Hə. Təlimə qoşulmağın şərtləri var. Bu şərtlər nələrdən ibarətdir? Bunu bizim dəyərli Nərmin xanım qeyd eləyəcək. Qeyd edirəm təkrar, Azərbaycanda ilk dəfə astroloji təlim başlayacaq 25 aprel tarixində. Təlimə qoşulma şərtləri nələr gözlənilir? Bu belə deyim, astroloji təlimdə nələr öyrədiləcək, nələr qazanacağıq? Bu haqqda əhatəli məlumat verəcək bizim dəyərli Nərmin xanım. 25 aprel tarixindəki astroloji təlimlə bağlı hansı əsas məqamları qeyd etmək istəyirsiniz sonda? Azərbaycanda ilk peşəkar astrologiya təlimidir bu. İnşallah 5-ci gün ayın 25-i birinci qrup start verir. Xeyirli olsun. Birinci dərsimiz baş tutacaq. Qatılmaq istəyənlər qatılsın. Onlayn şəkildə dünyanın dörd bir yerindən qatılır. Dünyanın hər bir artıq qatılanlar sırasında dünyanın başqa ölkələrindən də insanlar var, amma Azərbaycanlılar da, çünki Azərbaycan dilində olacaq. Adətən, yəni indiyə kimi bizim ya türk ya rus dilində təlim keçmə imkanımız var idi, Azərbaycan dilində yox idi, amma hal-hazırda olacaq. 12 həftə çəkəcək və bu təlimin nəticəsində həftədə 2 dəfə dərslər olacaq. Təlimin nəticəsində tələbələrimiz doğum xəritəsini tam təhlil edə biləcəklər və onun faydasını götürməyi bacaracaqlar. Həqiqətən də ölkəmizdə bu sahəyə maraq həddən ziyadə çoxdur və mən düşünürəm ki, bu bir fürsətdir izləyicilərimiz üçün. Maraq gün-gündən artır və artacaq da. Ona görə elə tövsiyə edərdim ki, birincilərdən olasınız. Yəni doğrudan da Azərbaycanda məhz peşəkar astroloqların sayı çox deyil. Məsələn, numeroloqların sayı artır get-gedə. Amma astroloqların sayı çox deyil, Həm də çünki Nərmin təlim də xanımın yoxdur. artıq 30 ildən yuxarı təcrübəsindən faydalanmaq, yararlanmaq hər kəsdə nəsib olmur. İstəyəcəm siz də elə yaxın günlərdəki zamanlardan istifadə edib qəbullardan yararlanasınız. Bütün, əslində 1-2 gün vaxtımız qalıb. Elə aşağıdakı koordinatlarla əlaqə saxlayan informasiyaları əldə edin və ən qısa zamanda qatılan bizim təlimlərə və bizim Nərmin xanım mənim üçün nələr qeyd edə bilər? Onu qeyd eləyim ki, sizin çox gözəl enerjiniz var doğum xəritənizdə. Yəni, mən belə deyərdim də, bax, Fidan xanımdan fərqli olaraq sizə bir o qədər də dincəlmək tövsiyə etməzdim. Əksinə aktiv olmalısınız. O qədər enerji var ki, o sizdən çıxmalıdır bu enerji. Çox gözəl enerjidir. Və bu enerji, yəni belə deyək də, enerjinin məqsədi birinci olmaqdır, göz önündə olmaqdır və bu sizin üçün önəmlidir. Bundan qaçmayın. Bəzən insanlar deyirlər ki, biraz təvəzzökar ol. Sizə lazım deyil təvəzzökarçılıq, yəni əksinə göz önündə olmaq. Yaxşı ki, elə aparıcısınız, onsuz da göz önündəsiniz. Və bu sahədə daha da aktiv ola bilərsiniz. Yəni, nə qədər aktiv olsanız, bir o qədər sizin üçün yaxşıdır. Baxmayaraq ki, məsələn, siz Boç bürcündənsiz, daha çox, məsələn, biz sizi belə parlaq, lider xüsusiyyətli biri kimi tanıya bilirik. Daxilən kifayət qədər sakitsiz. Yəni, bir o qədər də içinizdəki o emosiyalar alov enerjili deyil. Çünki ay bürcünüz tərəzidir. Belə də təmkin var daxilinizdə. Daxilinizdə bir təmkinlik yaşayırsınız. Bax, Sədəf xanıma dediyim o fədakarlıq var idi. O sizdə də var, amma sizdə o konkret şəxsi həyata yönəlmiş fədakarlıqdır və ola bilsin ki, bir qədər belə deyək də, şəxsi həyatda həddindən artıq romantik və söhbətləri biraz o nağıllardakı kimi görəsiniz. Bu biraz şəxsi həyata mane ola bilər. Çünki o nağıllardakı təəssüf ki, Gülnar xanım, o şahzadələr bu reallıqda yoxdur. Şəhzadəm oturub qulağımda. Bayaqdan siz deyirsiniz, o da orada şərh eləyir ki, bunu düz deyir, onu səhv deyir.
Həyat yoldaşım Yox, oturub indi o deyir mən qulaqçılığında. şahzadəyəm də yəqin ki. Hə. Bayaqdan da siz deyirsiniz, o da onun müəyyən şərhləri bildirir ki, bunu düz deyir. Yox, burada nəsə səhvlik var. O deyir, məncə mən amma düşünürəm ki, tam düzdür. Tam, yəni mənim içimdə əslində sakit bir ruh var. Sadəcə imkan vermirlər o sakit ruhum elə sakit qalsın. Sakit ruhdan amma başqa sadəcə siz öz bu enerjinizi, yəni o sakit ruhunuz evdə, yəni adətən biz o dedik ay bürcümüzün enerjini evdə göstəririk də. Deyirəm bəzən xanımlar deyirlər, bu nişanlı olduğumuzda belə biri idi. Evləndiyi oldu tamamilə başqa bir adam evlənəndən sonra. Bu nədən irəli gəlir? Çünki bizim günəş bürcümüz var, o hamımızın bildiyi. Bir də ay bürcümüz də var. Evdə, məişətdə biz ay bürcümüzü göstəririk, günəş bürcümüzü deyil. Ona görə insanın ay bürcünü bilmədən evlənərkən bəzən belə sürprizlərlə rastlaşa bilərik. Siz də həmin o təmkini elə evdə göstərsəz lap yaxşı. Çöldə qoçsuz və sizin ümumiyyətlə həyat missiyanızdır, bax Marsınızdır, enerjiniz hamısı belə od ünsürlüdür. Ona görə bax o alovu ətrafa saça bilərsiniz. Çox yaxşı. Səhər-səhər belə alov-alov. Hə, Gülnaz xanım tanıdığım dövrdən, məsəl üçün dürüst xanımdır, ətrafında istəyir ki, dürüst insanlar olsun. Biraz orada problem ola bilər ki, belə emosional ola bilər, amma belə çox sakit, maşallah. Sizin Merkuriniz, yəni bu bizim düşüncəmiz və nitqimizdir, o da Mars bürcündədir, Qoç bürcündədir. Adətən belə insanlar həmişə sözün düzünü deyən olurlar, özü üzə deyən olurlar və yalanı qətiyyən sevmirlər. Hər şeyi deyirəm deyə. Bir dəfə bir qrupda hər ikimiz də var idik orada. İnansı biz danışdıq. Yadıma gəlir, yadıma Qoç gəlir. bürcündən Şır bürcü özünü göstərir. Bəli, Qoçla Şır özünü göstərməkdir orada. Fidan xanım, ümumilikdə sağlam psixologiyanın sirri haqqında istəyəcəm. Sonda bir tövsiyə verərsiniz bizə ki, bax biz psixoloji durumumuzu sağlam eləməyimiz üçün nə edə bilərik, nə tövsiyə verərdiniz bizə və izləyicilərimizə? Yoxdur, doğrudan yoxdur. Yoxdur. O qədər Sağlam ümidsizlik. psixologiya. Niyə ki yoxdur? Sağlam psixologiyanın sirri nədir ümumiyyətlə? Sağlam psixologiyanın sirri, baxın, mən sizə gözəl insanlarla söhbət eləmək. Dürüst, ətrafımızda dürüst insanlar çəkmək, güvənilir insanlar çəkmək. Sağlam psixologiyalı insanlar belə mühitdə, normal sağlam mühitdə olan insanlarda çox gözəl sağlam psixologiya olur. Amma ki, yenə də deyirəm, əgər depressiya, stres keçirdən insanlar varsa və yaxud da ki, həyatdan heç bir zövq ala bilmirsə, mütləq şəkildə psixoloqlara, psixoterapevtlərə müraciət eləsinlər və tez bir zamanda o auradan çıxsınlar. Ay, nə gözəl. İnsan beyni o qədər mükəmməl işləyir ki, həqiqətən. Biz necə deyim, çox özümüz sağlam ruhlu olduğumuza görə ətrafımızda da mütləq şəkildə sağlam insanlar çəkə bilirik. Əslində Fidan xanımın Mütləq bizim sözlərində beynimiz sağlam olmalıdır, içimiz rahat olmalıdır, çox gözəl ürəyimiz olmalıdır, heç bir negativi yaxın buraxmamalıyıq, pozitiv enerjili insanlarla oturub söhbət eləməliyik. Sözlərimizin hər birində çox gözəl həqiqət var. Bəli. Biz də bugün gözəl insanlarla söhbətləşdik. Bol-bol Müzakirələrimiz, enerji aldım mən də. psixologiyamız daha da gözəlləşdi, daha da belə toparlandıq. Günümüz daha da gözəl başladı. Hər birinizə ayrı təşəkkürümü bildirmək istəyirəm. Əslində redaktorumuz deyir ki, yavaş-yavaş yekunlaşmaq vaxtıdır. Hə, deyir hətta keçmişik vaxtı. Nə tez keçdi? Yansar oldu. Yəni qonaq həqiqətən qonaqlar maraqlı olanda, mövzumuz maraqlı olanda efir su kimi gəlib keçir. Hər birinizə ayrı təşəkkürümü bildirmək istəyirəm. Nərmin xanım, sizi tanımağıma çox xoş oldu, çox şad oldum. İnşallah 25 aprildəki təlimlərinizə mütləq qatılacağıq, sevə-sevə. Fidan xanım, çox tez-tez gəlin, darıxırıq sizin üçün. Axarıncı olsun Nərmin xanım, tez-tez gəlin mövzularla bağlı. Sədəf, sən də arada bir vaxt ilə gəldi, ay bacı. Baş üstə. Gəldi, indi bu aralar Sədəf xanım o qədər gərgin rejimdədir ki, hər günə bir el məclisi, bir tədbir. Çünki həqiqətən də Sədəf xanımın olduğu məclislərdə Sədəfgə yanma zəhmət olmasa. Olduğu məclisləri şəxsən özüm öz adıma deyirəm. Tam səmimiyyətimlə deyirəm ki, Sədəf xanımın olduğu məclislər bir başqa gözəl keçir. Çünki o məclisi elə əl alır ki, yəni o məclisdə heç kim əyləşmək istəmir. Hamı istəyir ki, dursun, qol qaldırıb əylənsin. Mən düşünürəm ki, həqiqətən də gözəl günlərimizin dəyərlisisən. Təkrar səni görmək çox xoş oldu. Çox xoş oldu. Təşəkkür edirəm dəvətinizə görə. Çox xoş oldu, gəldim. Belə günümüz uğurlu, pozitiv başladı. Ancaq gülmüşük də bugün. Ancaq gözəl zaman keçirdik və bir təbrikimiz də var ki, mən o təbriki mütləq qeyd eləməliyəm, dəyərli izləyicimiz, proqramımızın sonlarına doğru çatırıqsa əgər, bugün dünyaya göz açan hər kəsin doğum gününü təbrik eləmək istəyirəm. Hansı ki, kollektivim, deməli, bugün İmsa Azərbaycan televiziya kanalının kollektivi, əməkdaşı Riyadın atası Əli bəyin doğum günüdür. Hanı Riyad?
Riyad komandadadır, amma burada bizim studiyamızda deyil. Riyadın atası Əli bəyin doğum günüdür. Onu başda ömür gün yoldaşı, evlatları olmaqla hər kəs təbrik edir. Riyad bizim əskərdən əvvəl də bizdə işləyirdi də, düzdür, yeni də bizdə işləyir. Hər zaman əskəriyə getdi, gəldi, vətənə xidmət göstərdi, yenidən bizimlə çalışır. Riyad bizim dəyərli dostumuzdur, dəyərli qardaşımızdır, peşəkar kollektivimizin nümayəndəsidir. Atası Əli bəyi qucaqlayırıq, sevgimizi, hörmətimizi göndərib bütün komandamızın adına, əsas da var, Nicatın adından təbrik edirik. Hər zaman ailəsinin üstündə var olsun, 100 yaşasın. Bu sondakı Sədəf xanımın ifasını da elə bütün dünyaya göz açanların doğum günü münasibətilə təbrik edirik və olaraq xitab edirik. Bu günlük bu qədər özünüzdən və gözəl ruhunuzdan müğayət olun. Xudahafiz.